Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə İskəndərnamə əsərini mütaliə edəcəyik və əlavəli şəkildə də təhlil verərək sizin imtahana tam şəkildə hazırlaşmanıza kömək etməyə çalışacağam və imtahanda hansı hissələrdən sual düşə bilər, hansı məsələlərə diqqət yetirmək lazımdır, bu barədə danışacağıq. Deməli, gəlin birinci dərslikdə olan versiyaya baxaq, sonra keçərik biz əlavədəki epizodlara. Dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi. Mən elə başladım bu şux dastanı, coşdurar sazımın səsi dünyanı. Ən doğru sözlər ki oyadır maraq, tarixdən onları bir-bir alaraq. Düzdüm dastanıma, əsər yaratdım, ağla sığmayanı büsbütün atdım. Dastanı düzərkən fikrim açıqdır, söz səlis olsa da yol dolaşıqdır. Müəllifin sözlərinə fikir versək, müəllif burada tarixdən onları bir-bir alaraq tarixi mənbələrə müraciət etdiyini deyir və ağla sığmayan detalları, yəni əfsanəvi səciyyə daşıyan bilgiləri, necə deyərlər, öz əsərində istifadə etməyib, yəni lazımsız detalları bir növ atıb. Təbii ki, biz demirik ki, dastanda belə bir, dastan deyirəm, yəni poemada belə bir cəhətlər yoxdur. Bəzi cəhətlər var ki, siz onun əfsanəvi səciyyə daşıdığını düşünürsünüz. Bu tamamilə düzdür. Lakin müəllif yenə də ağla sığmayanı büsbütün atdım deyərək, yəqin ki, burada yersiz məlumatları, məlumdur ki, hər şəxs haqqında müsbət də şey ola bilər, mənfi də bilgi ola bilər. Bunları atdığını bildirir. Daha sonra deyir, İskəndər haqqında heç bir əsərdə məlumat görmədim yığcam bir yerdə. Ən qədim tarixi əsərlərdən mən Yəhudi, Nəsrani pəhləvilərdən ən incə sözləri əlimə saldım, qabığa ataraq məğzini aldım. Deməli, müəllif öz müraciət elədiyi mənbələrin də adını burada bizim üçün qeyd edir. Ən qədim tarix əsərlərə müraciət edib və onun qabığını ataraq əsas hissəsini aldığını vurğulayır. Müxtəlif dillərdən yığdım çox sözlər, bunlardan düzüldü yazdığım əsər. Şeirimdən açsaydım bəzəkli donu, azacıq zəhmətlə yazsaydım onu. Bu böyük Fatihin sərgüzəştindən bir vərəq yazmaqla bitirərdim mən. Deməli, müəllif deyir ki, əgər mən bu qədər üzərində çalışıb əmək verməsəydim, bircə səhifə kifayət edərdik ki, bu boyda İskəndərdən, Fatihdən yazıb. Dünyanı dolaşan böyük İskəndər yorulmaq bilmədən edirdi səfər. Dünyanı dolaşıb dörd yanı gəzdi, bilmədiyi mülkü fəth eyləməzdi. Hansı bir dövlətə verdi nəhayət, kəyan adətinə göstərdi hörmət. Bu hissəyə diqqət edin, biz onun vərdişlərindən, xüsusiyyətlərindən məlumat alırıq ki, bilmədiyi mülkü fəth eləmir, hər hansı bir yerə gedərsə ora hörmət bəsləyir, buna diqqət edək. Sildi şurişləri köhnə dünyadan, taxt aldı, tac aldı qoca Daradan. Ömründən keçirkən tam 20 il, şahlığa ucadan vurdurdu təbil. Deməli, 20-ci yaşında artıq o şah olmuşdu. 27-yə çatınca yaşı peyğəmbər olaraq ucaldı başı. 20 yaşında şah, 27 yaşında isə deməli, nə olub uşaqlar? Peyğəmbər olub. İskəndər o günkü peyğəmbər oldu, onun tarixinə naxış vuruldu. Dinə yol göstərən bir hikmət oldu. Dünyada mübarək bir dövlət oldu. Dünyanı gəzərkən döndü hər yana, elədi çox böyük şəhərlər bina. Hinddən başlayaraq Yunana qədər hər yerdə tikdirdi böyük şəhərlər. Deməli, getdiyi el ovalarda, ölkələrdə biz onun deyək ki, yaradıcılıq işləri ilə də məşğul olduğunu, tikirlərə diqqət yetirdiyini görürük. Hinddən başlayaraq Yunana qədər onun bir növ ərazisini, sərhədlərini bildirir. Dərbəndi deyirlər, İskəndər qurdu, əqli ilə o şöhrə böyük səd vurdu. Çox bina salmışdı bunlardan başqa, onları saymaqla çatmaz ki başa. Birisi uzanmış şimali qütbə, bir kökü uzanıb getmiş cənubə. Yəni, dünyanın hər bir yerində bir iz qoyubdu. İskəndər hər yerə atını çapdı, o yerlər şənləndi, səadət tapdı. Dağlara, çöllərə tapdı min çarə, ölümün əlində qaldı biçarə. Deməli, sizə desə ki, İskəndər, deyək ki, hər şeyə çarə tapır və heç bir şeydən, deyək ki, problem yaşamır. Bu yanlışdır. Biz görürük ki, bircə ölümə çarə tapa bilməyib. Qələmə gərəkdir elə söz almaq, şuurdan, ağıldan olmasın uzaq. Parlaq inci kimi düzülən sözlər ağıla sığmazsa yalana bənzər.
Doğruya azacıq bənzəyən yalan, yaxşıdır yalana bənzər doğrudan. Deməli, bu hissə müəllifin sözlərində biz nəyi müşahidə elədik, dəyərli şagirdlər? O, bu əsəri ərsəyə gətirmə tarixçəsindən, hansı mənbələrdən istifadə etdiyindən və nə cür yazdığından danışır və İskəndərin ümumi xüsusiyyətləri barədə bizə ilkin bilgilər verir, məlumatlar verir. Və bir daha burada da, bu epizodda da xatırladır ki, mən elə sözlər yazmışam ki, bu ağıldan uzaq, yəni necə deyərlər, yalana bənzər sözlər olmasın və son 2 misraya da diqqət edin. Bu müəllifin nitqidir. Bəzən sizi çaşdırmaq üçün İskəndərin və başqasının nitqi formasında təqdim edə bilər və ya başqa bir əsərə aid edə bilərlər. Dastanın başlanğıcına baxaq. Yunan ölkəsinin padşahlarından vardı bir gənc dövlət, böyük hökmran. Şöhrətli şah idi, adı Feyləqus, itayət edərdi ona Rum və Rus. Deməli, Rum və Rusun hökmdarı Feyləqus. Yunanistan idi onun məskəni, Makedoniya idi doğma vətəni. Qanunlar qoyardı yeni və parlaq, ulu babası idi Eys ibn İshaq. Deməli, burada Feyləqus və onun babasının adı da çəkilir, diqqətli olaq. Ədalət o qədər yaxınmış ona, qurdları bağlarmış qoyun buduna. Zülmün boğazını elə sıxmışdı, Dara həsədindən rəqib çıxmışdı. Üstün olmaq üçün qılıncı taxdı, bir elçi göndərdi alsın xəracı. Deməli, dəyərli şagirdlər, bu epizodu sizə İskəndərlə bağlı verə bilər. Bu yanlışdır. Bu Feyləqusa aiddir ki, zülmün boğazını sıxan kimi idi Feyləqus. İndi deyərsiniz ki, ay müəllim, burada deyirsiniz ədalətlidir Feyləqus, bəs İskəndər ədalətli deyilmi? Əlbəttə ki, o da ədalətlidir. Hər ikisi necə deyərlər, yaxşı oğlandılar. Ancaq ki, belə bir məsələ var. Çalışın ki, cümlələrə diqqət edəsiniz, qeyd olunan cümlələr önəmlidir və bu cümlələrlə biz bunu ölçə bilərik. Çünki Feyləqusla həqiqətən onun oğlu İskəndərin çox ortaq özəlliyi var və siz bunları qarışdıra bilərsiniz. Sadəcə belə şeyləri cümlələrlə. Sənə desə ədalətli olmaq hər ikisi üçün ortaq götür. Amma cümlə ilə verirsə, sənə deyirsə məsələn zülmün boğazını sıxan, onda artıq sən Feyləqusun adını verməlisən. Deməli, Dara həsəd aparır ona, onun ölkəsinə və xərac almaq üçün ona elçi yollayır. Ağıl sahibi idi Rumlu hökmran, xəracı göndərdi, olmadı düşman. Bəxşilər göndərdi böyük dərbara, düşmənlik yolundan əl çəkdi Dara. İskəndər başlarkən fəthə hər yeri, döndü birdən-birə çərxin işləri. Daraya nə dövlət qoydu, nə dövran, süngüsü keçirdi çaxmaq daşından. Deməli, dəyərli şagirdlər, biz atasından fərqli olaraq İskəndərin bir xüsusiyyətini gördük. Deməli, atası bəxşiş verib canını müharibədən qurtarırsa, sakitliyə riayət edirsə bir növ və təslim olursa, necə deyərlər, təslim olmaq o demək deyil, məğlub olmaq. Sadəcə olaraq düşmənin qarşısında özünü işə salmamaq üçün nə edir? Deyir ki, hə, xəracını verirəm, mənə dəymə. Amma İskəndərin dövrü başlayanda artıq çərxin işləri deyir, döndü, fırlandı. Nə oldu? Daranın nə dövləti, nə də onun dövranı, yəni hökmsüzlüyü dövran qaldı. Deməli, artıq İskəndərin dövründə və Feyləqusun dövründə Dara ilə olan əlaqələr fərqlənir. Bu dastan haqqında rəvayət çoxdur, hər kəsi dinlərəm, inadım yoxdur. Feyləqus qəsrində bir gözəl varmış, bəzəkli gəlin tək azad yaşarmış. Rum şahı vurulmuş ay yüzlü qıza, dilinin əzbəri parlaq ulduza. Keçdi bu vəqədən 9 ay ancaq, ananın bətnində tərpəndi uşaq. Padşah əmr etdi ki, münəccimlər baxıb ulduzlara versinlər xəbər. Bir xəbər versinlər bu gizlin işdən, rahatlıq versinlər bu tərpənişdən. Bilikli münəccim başladı işə, baxdılar fələkdə olan gəldişə. Taleyi göründü nurdan da parlaq, nə deyim o yaman gözlərdən iraq. Belə xoş falla dünyaya gəldi, o bağda belə bir fidan yüksəldi. O sərvin budağı bəsləndi nazla, turac tək səkərək səsləndi nazla. Meydan axtarırdı beşikdəykən, yəhərə atıldı öz beşindən. Deməli, fikir verin, burada artıq 9 aydan sonra uşağın doğulmasını təqdim edərkən görün necə ifadələr işlədir. Biz görürük ki, onun qədəri doğulmazdan qabaq ana bətnində olarkən müəyyən edilib və onun hətta gələcəyinin nurdan da parlaq olduğu qeyd olunur. Deməli, artıq İskəndər hələ doğulmamış, onun qədəri haqqında bilgi sahibi idilər. Digər tərəfdən dəyərli şagirdlər, biz burada görürük ki, o meydan axtarırdı beşikdəykən cümləsində hərbə meyillidir. Yəni ki, sanki Fatih kimi böyüyüb, düzdürmü? Elə gələcəkdə sanki öz qədərini bilirmiş. Dayədən istədi oxla kaman, kağızı, ipəyi, hey aldı nişan. Böyüdü, öyrəndi qılınc vurmağı, qızmış aslanlara qarşı durmağı.
at minmək şövqündən ləzzət alınca, düşdü şəhriyarlıq, şahlıq dalınca. Fikir versəniz, bu epizodda onun hərbə ta uşaq vaxtı ikən marağının yaranması qeyd olunub. Buna da diqqət yetirin. Növbəti hissədə İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi var. Bərdə nə gözəldir, necə qəşəngdir. Yazı da, qışı da güldür, çiçəkdir. İyulda dağlara lalələr səpər, qışını baharın nəsimi öpər. O yaşıl meşəsi cənnətə bənzər, şən ətəklərinə bağlamış Kövsər. Söyüdlük çöllərə vermişdi zinət. Ağbağı elə bir həqiqi cənnət. Qırqovul yuvası hər sərv ağacı, oxuyur kəkliyi ötür turacı. Səssizlik içində dincəlir gülşən, torpağı silinmiş qayğı kədərdən. Deməli, fikir verin, burada Bərdənin tərənnümü kim tərəfindən verilir? Müəllif tərəfindən. Sizə desə ki, bu sözləri İskəndər deyir, bu yanlış olacaq. Burada hansı mövsümdən danışır? Yay mövsümü, iyul ayı, önümüzdəki ay, gözəl aylar, havaların qəşəng olduğu aylar və burada da müəllif onu düzgün formada, necə deyərlər, təsvir edir. Burada müxtəlif quşların adı çəkilir və deyir ki, səssizlik içində dincəlir gülşən, torpağı silinmiş qayğı kədərdən. Yəni, bu torpaqlardan qayğı və kədərin uzaq olduğunu görə bilirik. Belə nəql edir söz xəzinədarı. Köhnə xəzinənin adlı saları, hakim qadın varmış adı Nüşabə. Önündə minlərcə gözəl qız varmış, xidmətə ay kimi kəmər bağlarmış. Bunlardan başqa var igid qəhrəman, 30 min qulamı qılınc oynadan. Qadınla aşardı, onun hər işi, tapşırıq almamış ondan bir kişi. Fikir verin, qadın öz hakimiyyətində, Nüşabə öz hakimiyyətində görün kişilərə qarşı necə bir jest verir. Kişilər burada təbiət etibarı ilə fərqli olduqlarına görə Nüşabə bunu başa düşərək, qulamlara, yəni kişi olanlara yuxarıdan bir əmr vermir və nə işi varsa qadınlarla həll edir. Qulamlar da hərbi bir gücdür. Bir növ qılınc oynadırsa, demək ki, ordunun tərkibindədir. Düzdürmü? Yəni, burada biz Nüşabənin necə düşüncəli bir şəxs olduğunu da müşahidə edə bilirik. İskəndər səhraya çəkincə ordu, çadırlar başını əflakə vurdu. Gördü bir şənliklə yoğrulmuş cənnət, etdi əkinlərə, çaylara heyrət. Sordu, bu şən ölkə kimindir, kimin? Kim burada padşahlıq edir, söyləyin. Baxın, bu epizodda biz görürük ki, bu ölkənin kimin, necə deyərlər, başçılıq elədiyi haqqında bilgisi yoxdur. Yəni, bu ölkəyə kimdir başçı? Olsaydı belə bir sual verməzdi. Bəzən sizi çaşdırmaq üçün belə bir cümlə verər ki, bəs İskəndər bu yeri hədəf alıb və ora hücum edib birbaşa Nüşabənin yanına gəlmək fikri olub. Xeyr, Nüşabəni görürük ki, hələ bura gəlir, çadır qurur, sonradan Nüşabəni tanıyır ki, bu kimdir? Dedilər, gördüyün bu var, bu yatır, bu gözəl torpaqlar bir qadınındır. O qədər dindardır bu nazlı dilbər, öz cənnət köşkündə yatmaz gecələr. Nə gündüz əl çəkir can bəsləməkdən, nə gecə Tanrıya səcdə etməkdən. Vardır qapısında çox xidmətçilər, özünün işinin qeydini çəkər. Deməli, Nüşabənin xarakteri xüsusiyyəti haqda bilgi alırıq. Dindardır, nə gündüz əl çəkir can bəsləməkdən, yəni gündüz xeyirxah işlərdən, insanları bəsləməkdən, acları doyurmaqdan bir növ əl çəkmədiyi kimi, gecələr də Tanrıya səcdə eləməkdən əl çəkmir. İskəndər bu işlə şənləndi, ancaq o naxşı görməyə göstərdi maraq. O yerdə ki, başladı istirahətə, bir neçə gün daldı eyşə işrətə. Hökmdar qadına verdilər xəbər, mübarək falla gəlmiş İskəndər. Deməli, burada da İskəndərin gəlişi barədə də sonradan Nüşabənin xəbəri olur. Pərəstiş etməyə gördü hazırlıq, göndərdi padşahın adına layiq, hər çeşid yararlı, ləziz yeməklər, ürəkdən xidmətə bağladı kəmər. Padşahın könlündə açdı bahar tək, onunla görüşmək arzusu çiçək. Deməli, biz görürük ki, İskəndərin yanına o müxtəlif təamlar, qida yollayaraq, onunla bir növ arasında bir səmimiyyət yaradır. Yol aldı saraya, elçiyəm deyə. Baxın, İskəndər öz adı ilə yox, elçi adı ilə saraya yol alıb. Elə ki, saraya çox yaxın gəldi, yolun zəhmətindən biraz dincəldi. Xidmətçi qadınlar onu gördülər, qaçıb Nüşabəyə verdilər xəbər. Padşahlıq taxtına oturdu xoşhal, əlində ətirli, gözəl portağal. Fikir verin, bu da yəni fərqli bir detal olsun. Əmr etdi padşahlar ayini üzrə, İskəndər elçisi gəlsin hüzurə. Elçi çox sürətlə girdi qapıdan, qondu taxt üstünə, o qorxmaz aslan.
Belindən nə qılınc açdı, nə kəmər, elçi tək etmədi səzdə İskəndər. Deməli, İskəndər burada bir balaca xamlıq edir, təcrübəsizlik edir. Özünü, rolunu, necə deyərlər, yaxşı apara bilmir dəyərli şagirdlər. Görürük ki, o, elçi kimi hüzura gəlsə də içəri sürətlə girir. Hətta taxta keçir. Normalda elçinin yeri taxtdırmı? Xeyr, hökümdarın, padşahın yeri taxtdır. Və belindən qılıncı, kəməri açıb, durub Nüşabəyə səcdə etmir. Halbuki etməlidir, əgər özünə elçiyəm deyirsə. Nüşabə baxınca düşərək şəkkə, o bişmiş qızılı vurdu məhəkə. Diqqətlə baxınca tanıdı birdən, taxtında yer verdi, qəlbi oldu şən. Deməli, orada artıq Nüşabə bunu girən kimi baxıb və tanıyır. Bildi İskəndərdir, dolaşır ona, taxtında oturmaq yaraşır ona. Sezdiyi bu işi açmadı ona, açarım var deyə bağlı qıflına. İskəndər bir elçi kimi davrandı, özünü olduqca o sərbəst sandı. Çox salam yetirdi, hey dönə-dönə, təkmil bir elçilik etdi özünə. Elə ki yetirdi özündən xəbər, başını aşağı dikdi İskəndər. Nüşabə cavab üçün lalə sayağı, gül açıb tərpətdi yaqut dodağı. Ey cəsur padişah, eşq olsun sənə, elçilik edirsən özün özünə. Söz açma İskəndər qılıncından sən, özünə çarə tap, İskəndər sənsən. Burada artıq Nüşabə onun cavabını verir. İskəndər görək nə deyir? Ey bu taxta layiq, arama baxtının hökmündən artıq. İskəndər dənizdir, mən çayam ancaq, günəşlə kölgəni olmaz bir tutmaq. Bu nitqə də diqqət edin, İskəndər özünü dənizə, yenə də özünü elçi sifətində olan özünü çaya bənzədir və deyir, günəşlə kölgəni bir tutmaq olmaz. Günəş İskəndər, kölgə də ki, güya elçidir. Ağıllı Nüşabə yenə dür saçdı, o gül dodağından qıfıl açdı. Qəlbimi bu qədər aldatmaq nədən? Yalan atını gəl minib çapma sən. Elçidə olurmu belə cəsarət? Hüzurda göstərsin bu qədər hiddət. Tez verdi belə bir cavab İskəndər. Bir tülkü aslandan gətirməz xəbər. Gözündə olsam da cəsur qəhrəman, İskəndər deyiləm, elçiyəm ondan. Deməli, ikinci dəfə bunu rədd edir və bu dəfə də hiddətin səbəbi olaraq deyir ki, mən əgər indi cəsarətliyəmsə, bura gəlmişəmsə, mən tülkü deyiləm. Tülkü aslandan xəbər gətirə bilməz. Yəni, deyir ki, İskəndər kimi bir şahın elçisi də mənim kimi bir adam olmalıydı. Nüşabə qızdı o aslan ürəyə, günəşi palçıqla suvadın deyə, kənizə əmr etdi, ver baxsın deyə, padşahlar rəsmini öpən ipəyə. İpək göstərdi ona bir bucaq, ipəkdə göstərdi ona bir bucaq, söylədi, əlində tut, diqqətlə bax. Bu surət, bu sima kimindir kimin, sarayda hörmətlə saxlaram ne üçün? İskəndər dinlədi onu hörmətlə, yazılı ipəyi açdı surətlə. Rəsmini tanıdı baxınca şəklə, gördü almış düşmən ölkəni ələ. Bu işdə kin, hiddət göründü yersiz, bir cavab verməkdən qalaraq aciz, baxın, aciz qalır. Qorxudan saraldı bir saman kimi. Normalda bu cümlələri versə şagird düşünər ki, bəs o boyda İskəndər aciz qalmaz, qorxudan saralmaz. Bu epizodda saralır. Sığındı Allaha tutulan kimi. Nüşabə gördü ki, o qızğın aslan pozuldu, alçalıb düşdü ucadan. Dedi, ey uğurlu böyük tacıdar, zəmanə başlara çox oyun açar. Düşünmə, hörmətin çoxdur, bunu bil. Bu ev öz evindir, başqa yer deyil. Deməli, biz buradan Nüşabənin artıq 3-cü dəfə, yəni 2 dəfə rədd etdikdən sonra 3-cü izahında sübutla izah etdiyini, əlindəki ipəklə bir xalı ola bilər, bunun üzərində də İskəndərin şəkli ola bilər. Ondan sübut edir ki, bax, sənin şəklini mən görmüşəm, sənin şəklin məndə asılıdır, ipəyə yazdırmışam, daha doğrusu çəkdirmişəm. Yəni, bu qədər aldatmağa dəyməz, çünki mən səni tanıyıram. Amma yenə də Nüşabə alicənablıq edərək onun, necə deyərlər, hörmətdən düşməməsi üçün ona bir növ təsəlli verir. Pərəstiş edərəm sənə hər zaman, ya orada, ya burada bəndəyəm, inan. Bu rəsmi onun üçün göstərdim ki, sən mənim də şəklimi aydın görəsən. Erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Deməli, burada artıq öz dişini göstərir bir növ Nüşabə və deyir ki, yəni sən kimlə dans etdiyini, necə deyərlər, unutma. Sözünü ürəklə dedi, şənləndi, öz büllur taxtından aşağı indi. Taxtımda dedi, sən otur, namidar. Bir taxta yaraşmaz, 2 tacıdar. Əmr etdi, durmayıb gözəl pərilər, şahlara yaraşan bir süfrə açsın.
ortaya hər çeşid yeməkdən saçsın. Süfrədə quzular coşqun sevincdən quş kimi qol-qanad açmışdı şən-şən. Ən dadlı mürəbbə, limonlu şərbət, püstədə, badamda var başqa ləzzət. Tər halva və badam halvası daşır, o qədər çoxdur ki, qablardan aşır. Deməli, burada yemək-içmək süfrəsi açılıb artıq. Bunlardan başqa o taxtın üstündə qızıl büsat qurdu şahın önündə. Bir xonça qoyuldu günəşdən parlaq, içində 4 büllur kasa qoyaraq. Birilər, o biri qızıldan dolmuş, biri dür, birinə yaqut qoyulmuş. Elə ki, uzandı əllər süfrəyə, ağızlar açıldı təyam yeməyə. Nüşabə dedi, ey böyük hökmran, yediyiniz ən dadlı bu xuruşlardan İskəndər söylədi, ey sadə dilbər, ölçüsüz söyləmə, tökməyəsən tər. Düzmüsən süfrəmə almaz, yaqut dür, daşqaş yeyilərmi, bu nə deməkdir? Daşı da yeyərmi ağıllı insan? Bu epizodda görürük ki, artıq Nüşabə fərqli bir jest edir. Bu jestində nədən istifadə edib? Qızıldan, ləcəvahiratdan və bunların hamısını yemək əvəzi İskəndərin qabağına düzüb. Nüşabə gülərək söylədi şaha, daşın ki, boğaza yolu yox daha, faydasız yaramaz belə daş üçün, bu qədər vuruşmaq, çarpışmaq nə üçün? İndi ki, yeməyə yaramaz bu daş, dünyada onunla ucalarmı baş? Burada Nüşabə necə deyərlər, ona dərs verir, dərs verməyə çalışır. Deyilsənsə daşa pərəstiş edən, daşını yüngül et, yerində qalsan. O incə qadının bu söhbətindən, yeməkdən əl çəkdi o polad bədən. Dedi, ey xanımlar, xanımı qadın, qüvvətdə erkəkdən ucadır adın. Bu nitqi kim deyir? Nüşabəyə İskəndər deyir, buna diqqət edin. Doğru söylədin ki, belə gövhərlə hər sərraf ancaq bir daş alar ələ. O zaman dəyərli olardı sözün, öncə bu daşqaşdan qaçaydın özün. Deməli deyir ki, sən bu qədər daşqaşı qabağıma düzüb mənə dərs verirsən, başa düşdüm. Amma gərək sən özün də vaxtı ilə bunlardan qaçardın da, bunları nəyə yığmısan? Sənin xonçandakı bu daşqaş daşır, bu danlaq, bu töhmət kimə yaraşır? Süfrəyə cavahir saçmaq nə gərək? Gövhərdən qaçmağı mənə öyrətmək, sərrafın gözünə toz atmaqdır bu. İskəndər yaqutu hər evdə dolu. Bununla bərabər diqqət edincə, sözlərin yerlidir, doğrudur məncə. Deməli, burada ona irad bildirir ki, sən bəs özün bu sözdən qaçmırsan, özün dediyini danırsan, əməlinlə sözün bir deyil. Amma yenə də sonda ondan razılaşır ki, sözlərin düzdür, doğrudur. Eşq olsun bu fikri sağlam qadına, mərdliyin yolunu göstərir mana. Yəni, burada desəydi ki, İskəndər ona qarşı çıxır, kəskin etiraz bildirir və hətta mübahisə yaranır. Bu yanlış olar. İskəndər onun bu fikrini, birinci iradını bildirir mədəni şəkildə, ondan sonra da ona da təşəkkür edir. Sonra Nüşabənin yaqut dodağı yaqutla bəzədi bütün torpağı. Əmr etdi xonçaya qoyuldu yemək, qızıl noğuldanlar əntiq və qəşəng. Hər yeməkdən özü dadardı öncə, çox heyrət etdi padşah bunu görüncə. Deməli, burada da fikir verin, normalda bilirsiniz ki, bir yeməyi bir padşah yeyərkən diqqətli olmalı idi, çünki ona zəhər qatıla bilərdi. Düzdürmü? Və qıraq bir yerdə yemək yemək padşah üçün təhlükəli idi. Ona görə də yenə də Nüşabə jest edərək birinci yeməklərin təhlükəsiz olduğunu bildirmək baxımından özü dadır, ondan sonra isə deməli İskəndərə daddırır. Şah rahat deyildi belə xidmətdən, ayağa qalxdı tez yemək bitərkən, gedərkən Nüşabə bağladı peyman, İskəndər verməsin mülkünə ziyan. Vəsiqə yazmağa şah verdi fərman, o cənnətdən çıxıb getdi hökmüran. Deməli, o qədər gözəl xidmət göstərilir ki, İskəndər artıq özünü, necə deyərlər, bu gözəl xidmətin yanında utanmış hiss edir sanki. Düzdürmü? Narahat hiss edir. Təbii ki, adam bu qədər yaxşı bir xidmət görsə, yenə də belə hiss edərdi. Və gedərkən də bir müqavilə, bir peyman bağlayır ki, İskəndər bu torpağa ziyan vurmadan çıxıb getsin. Deməli, bu dərslik hissəsidir və təhlili də mütləq mütaliə edək, ondan sonra keçək əlavəmizə. Deyir, Nizaminin Makedoniyalı İskəndərlə bağlı mövzuya müraciət etməsi təsadüfi deyildi. Yaxın və orta şərqdə böyük şöhrət qazanmış bu tarixi şəxsiyyət, şairə, hökmdar və xalq, ictimai ədalət, dövlətin idarə olunması, dünyanın dərk edilməsi kimi mühüm məsələlər haqqında görüşlərini ifadə etməyə imkan verirdi. Yəni, bu personajın bir növ boşuna seçməyib. İskəndər obrazı Nizaminin təxəyyülünün məhsuludur. Baxın, real bir tarixi şəxsiyyət hesab edilə bilər, lakin orada bədiliyi də, təxəyyülü də unutmayaq.
Makedoniyalı İskəndərlə poemanın qəhrəmanını eyniləşdirmək doğru olmaz. Şair ideal hesab etdiyi hökmdar obrazı yaratmağa qarşısına məqsəd qoymuş və İskəndərin timsalında buna nail olmuşdu. Dəyərli şagirdlər, bir məsələyə diqqət edək. Deməli, əgər siz ideal sözünü burada görsəz, çox zaman belə başa düşə bilərsiniz ki, ideal bərabərdir qüsursuz. Burada ideal obraz yaratmağa qarşısına məqsəd qoysa da, İskəndərin yeri gələndə əsər boyu qüsurlarına da biz rast gəlirik. Dövrünün yaxşı alimi Niqumaş İskəndərin mükəmməl təlim-tərbiyə alması üçün əlindən gələni əsirgəmir, döyüş sənətinin sirlərini də öyrənən gənc şahzadə öz gücü, biliyi, igidliyi ilə hamını heyran edir. Təlim-tərbiyyəni Niqumaşdan alır, əlavə olaraq hərbi biliyi də qatanda olur hər kəsin sevimlisi. Atasından sonra taxt-taca sahib olan İskəndər ağıllı tədbirləri, ədalətli rəftarı, xeyirxahlığı ilə şöhrət qazanır. O, ayaq basdığı hər yerdə, hər ölkədə ədalətin bərqərar olmasına çalışır. Bu, hökmdar məzlumların, zalimların zülmündən qurtarır, haqqın, ədalətin müdafiəçisi olur. Nizami qəhrəmanını əsər boyu inkişafda verir, alimlərlə daim ünsiyyətdə olması, öyrənməkdən usanmaması İskəndərin dərin elmə, biliyə yiyələnməsinə, böyük filosof kimi yetişməsinə səbəb olur. Baxın, filosoflar sadəcə onun ətrafındakı insanlar deyil, elə onun özü də filosof idi. Peyğəmbər səviyyəsinə yüksələn İskəndər dünyanı dolaşır, insanları həqiqət yoluna dəvət edir, o hər yerdə təkallahlığı təbliğ edir. Təkallahlıq anlayışı ilə İslamı eyniləşdirmək olmaz, çünki təkallahlıq sadəcə İslamda mövcud deyil, başqa dinlərdə də var. Nizami öz qəhrəmanını İskəndəri sevir, əməllərini alqışlayır, lakin qüsurlarını da gizlətmir. Daha sonra digər bilgilərə keçid edək. Əsərdə bir-birini təkrar etməyən davranış və əməlləri, həyata baxışları ilə fərqlənən insan obrazları yaradılıb. Hökmdar surətləri diqqəti daha çox çəkir. Onlar sayca da çoxdur, baxın çoxdur deyir. Bu, şairin hökmdarlara ünvanladığı fikirlərin geniş ifadəsi üçün lazım idi. Nizaminin Nüşabəyə rəğbəti açıq-aşkar duyulur. İskəndəri Azərbaycana, Bərdəyə gətirən şair onu buranın hökmdarı olan Türk qızı Nüşabə ilə qarşılaşdırır. Məğrur İskəndər Nüşabənin ağlı, bacarığı, fərasəti qarşısında aciz qalır. Ölkəsinin abadlığına, xalqının firavan yaşamasına nail olan cəsarətli Nüşabə nəyə qadir olduğunu İskəndərə bildirməkdən çəkinmir. Erkək tinətliyəm olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsəm biraz, aslanın erkəyi dişisi olmaz. Diqqətli olun. Başqa bir hökmdarın, İran şahı Daranın səciyyəvi xüsusiyyətləri poemada qabarıq əks olunub. Bir insan kimi təkəbbürlü olan Dara, hökmdar kimi də ədalətsiz və zalımdır. Öz əməlləri ilə ölkəsində dözülməz vəziyyət yaradan bu hökmdar, xalqın taleyini şərəfsiz adamlara tapşırmış, ağıllı insanlara qənim kəsilmişdir. Xalqı ədalətsiz müharibələrə sürükləyən, insanların taleyi ilə oynayan bu zülmkar şah, İskəndərlə müharibədə məğlub olur, şair bunu Daranın öz əməllərinin nəticəsi kimi dəyərləndirir. İskəndərlə məğlub olmasını birazdan müşahidə edəcəyik. Feyləqus ədalətli qanun və tədbirləri ilə öz ölkəsində zülmü ortadan qaldırmış, xalqının böyük rəğbətini qazanmış hökmdardır. Ona həsəd aparan Daranın tələbini qəbul edən bu ağıllı hökmdar xərac verməklə ölkəsinin toxunulmazlığına, xalqının azad yaşamasına nail olur. Nizami bütün yaradıcılığı boyu hökmdarlara bədii söz vasitəsilə təsir etməyə çalışmışdı. Nəsihət verməklə yaxud cəza alacaqları ilə qorxudaraq onları doğru yola dəvət etmişdir. Deməli, sadəcə nəsihətlə yox, cəza ilə də onları tərbiyə eləməyə çalışır. Zalimların öz cəzalarını alacaqlarına müasirlərini inandıran şair belə hökmdarlardan olan Pələngəri İskəndərin əli ilə cəzalandırır. Qonşu ölkələri işğal edən, var dövlətini talan edən bu amansız şah öz əməllərinin qurbanı olur. Nizaminin bütün əsərləri kimi bu poeması da yüzillər boyu maraqla oxunmuş, araşdırılmış, başqa dillərə tərcümə edilmiş, insanların rəğbətini qazanmışdır. Əlbəttə, bunun səbəbi çoxdur. Ən mühimi isə intibah dövrünün böyük sənətkarı olan Nizaminin milli və bəşəri dəyərləri öz humanist idealları ilə zənginləşdirməsidir. İnsan onun azadlığı, ləyaqəti və mənalı ömrü, cəmiyyətin mənəvi kamilliyi, tərbiyəvi əxlaqi dəyərlərinin qoruyub saxlanması, ictimai ədalət, elmi kamilliyin üstünlüyü kimi məsələlərə İskəndərnamədə xüsusi önəm verilmişdir. Poemadakı əhvalat və hadisələrin bir-biri ilə məharətlə əlaqələndirilməsi, təbiətin döyüş səhnələrinin canlı
real təsviri, ədəbi qəhrəmanların fərdi xüsusiyyətlərinin rəngarəng bədii vasitələrlə təqdim olunması, maraqla oxunmasını təmin edən başlıca cəhətlərdəndir. Doğma xalqının mənəvi gözəlliyini sonsuz məhəbbətlə tərənnüm edən şair, digər xalqlar barədə də hörmət və ehtiramla danışmışdı. Bu bir şəxsiyyət və sənətkar kimi Nizamini səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Romanda həyat hadisələri geniş və inkişafda verilir, böyük bir zaman əhatə edən Böyük bir zaman əhatə edilir. Belə əsərlərdə bir qayda olaraq ədəbi qəhrəmanların həyatı hər tərəfli təsvir olunur. Bu deyilənləri əsas götürən bir sıra tədqiqatçılar həyat hadisələrinin, geniş təsvir olunduğu epik romanları mənzum roman da adlandırırlar. Epik poemaları daha doğrusu mənzum roman adlandırırlar. Poemalarla oxuya bilmədik, nə yazıb ora? Üzülürsən, biraz gözüm seçmir. Poema yazmayıb. Deməli, romanla bağlı bu qeyd olunanları İskəndərnamədə də müşahidə Bu deyilənləri əsas götürən bir sıra tədqiqatçılar həyat hadisələrinin geniş təsvir olunduğu epik romanları, poemaları daha doğrusu mənzum roman adlandırırlar. Romanla bağlı bu qeyd olunanları İskəndərnamədə müşahidə etmək mümkündür. Bu cümləyə də diqqət yetirin. Nizami ictimai, siyasi, fəlsəfi, etik düşüncələrindən məhz bu sonuncu əsərində yekun vurub. Elə buna görə də poema ideya baxımından çox zəngin, məzmunca, maraqlı və bədii cəhətdən mükəmməldir. İndi isə dəyərli şagirdlər, keçid edək biz əlavəmizə. İndi isə gəlin İskəndərnamə, Şərəfnamə hissəsinə nəzər yetirək, görək Şərəfnamədə nədən bəhs olunur. İskəndərin təlim alması. Tarixin yığılmış tumarlığından keçmişi belə nəql edir bir dehqan. Elə ki Feyləqus təzə gəlin tək, vurdu bu dünyanın mülkünə bəzək. Ağıllı övladla ata fəxr edər, çünki mübarəkdir seçilmiş gövhər. Dünyada ataya var mıdır gerçək, ağıllı oğuldan başqa bir istək. Oturtdu öyrənsin ədəblə hünər, günəş eylər daşı qiymətli gövhər. Niqumaş alimdir, biliklə dolu, alimin oğluydu Həkim Ərəstu. Yeni obrazlarla tanış oluruq, diqqətli olaq, Niqumaş və Ərəstu. Təlim işlərində çəkdi çox əmək, hikmətlər öyrətdi ona sevərək. Şahanə tərbiyə, hünər, nəzakət, ağla nur verir, ürəyə qüvvət. Hər əqlə sığışan hünər bilikdən bir məna çıxarır mənanı bilən. Ulduzlar bəzəyən kimi göyləri, bəzədib pak olan yeni gövhəri. Çatdırdı onu hər gizlin biliyə, hansı bir gənc almış belə tərbiyə. Fikir verin, burada onu hər gizli biliyə çatdırdığını da deyir. Yəni, Niqumaşın tərbiyəsi olduqca əhatəlidir. Bir də yuxarıdakı bir mətləbi də xatırlayaq. Baxın, burada yaxşı oğul, yaxşı ata bir münasibəti görürük. Məsələn, bu bizə xatırladır bu varis məsələsini nəzərə alsaq, hansı ki bu deyir ki, dünyada ataya var mıdır gerçək, ağıllı oğuldan başqa bir istək. Məsələn, biz burada Qazan bəy və oğlu Uruzu nümunə gətirə bilərik ata-oğul varislik münasibətinə görə. Düzdürmü? Başqa hansı əsəri gətirmək olar? Yadınıza salın. Xatırlamağa çalışın ata-oğul arasında. Onu da siz yazacaqsınız. Şəhzadə illərlə çox çalışdı, çox, qulağı elm aldı, başqa heç nə yox. Deməli, bu adam başqa heç bir şeylə məşğul olmayıb, yalnız elmə fokuslanıb. Öz ağlı, zəkası olunca rəhbər tapırdı ən incə mənalı sözlər. Hər incə mənanı edərkən bəyan, sözləri su kimi olurdu rəvan. Həmdərsi Ərəstu bir qardaş deyə, ürəkdən bağlı idi bu şəhzadəyə. Deməli, onunla eyni dərsi alan Ərəstu da var idi, Niqumaşın oğlu. Bir qardaş kimi idilər və ürəkdən bağlı idi Ərəstu şəhzadəyə. Ərəstu aldıqca bilik atadan ona öyrədirdi hər an, hər zaman. Deməli, burada biz görürük ki, Niqumaş həm oğlu Ərəstuya, həm də İskəndərə öyrədir, düzdürmü? Ərəstu da öz aldığı biliyi yenidən İskəndərə ötürür. Fikir verin. Yəni, biz burada hər ikisinin İskəndərə fayda verdiyini görürük. Yəqindir bilikli həkim ustadə, tacdar olacaq bir gün şahzadə. Onun təliminə verdi çox diqqət, kişini şad edər, qorunsa sərvət. Bəxtini oxudu parlaq alnından, verdi oğluna da ondan bir ünvan.
Bu hissəni xüsusi işarələyiblər. Mütləq bu işarəli hissələrə baxın. Deyir, bəxtini oxudub parlaq alnından, verdi oğluna da ondan bir ünvan. Yəni, Niqumaş İskəndərin taleyini təyin edərkən, öz oğlu Ərəstunun da adını ona bağlayır. Yəni, deyir ki, ikisinin adı bir olsun. Talih xidmətində duran zamanda, söz qaşı möhrünü vuran zamanda oğlunu tapşırdı gənc şəhzadəyə, and verdi, söz aldı, peyman verdiyə. Məktəbdən meydana sənat sürərkən, şahanə başını göydə görərkən, başını əyərkən köhnə dünyanın, hər səmtə gedərkən hökmün fərmanın, taxtını tacınla məsud edərsən, xərac göndərərlər 7 kişvərdən. İkinci hissəyə gəlin, izahına, şərhinə baxaq. Burada talih xidmətində duran zamanda, söz qaşı möhrünü vuran zamanda oğlunu tapşırdı gənc şahzadəyə. Deyir ki, ulduzlar xoşbəxtlik göstərən vəziyyətdə olduqları bir gündə o Ərəstunu İskəndərə tapşırdı. Yəni, bir növ İskəndərin və ümumi belə deyək də, vəziyyətin yaxşı olduğu bir vaxtı güdüb və orada o xəbəri verib. Ulduzların yaxşı olduğu günü gözləyib. Fikir verin, ha. Deyir, dünyaya şövkətlə verərsən fərman, padişah olursan uzun bir zaman, kəhanət verir. Bu dərsi təlimi tut xatirində, qızıla gümüşə çox olma bəndə. Bunu kim deyir? Bunu Niqumaş deyir. Ona nəsiyyət edir ki, qızıla gümüşə bəndə olma. O zaman oğlumdan götürmə nəzər, haqqıma, sözümə bir hörmət göstər. Onunla et çətin işdə məşvərət, qılıncdan kəskindir, gözəl məsləhət. Bunu deyən kimdir? Niqumaş. Səndə dövlət vardır, onda da hünər, hünərlə dövlət bir çəkiyə girər. Deməli, burada oğlunu ona tapşırır ki, nə olur olsun öz işlərini bundan gör. Necə ki, Niqumaş Feyləqus cütlüyü var idi, indi də bir növ şəhzadə, yəni İskəndər və Ərəstu cütlüyünü biz görəcəyik. Deyir ki, şəhzadə söz verdi öz ustadına, hər əmrin qəbuldur, söylədi ona. Taxtımla, tacımla olsam padişah, Ərəstu vəzrim olacaq billah. Deməli, Ərəstunun vəziri olacağına söz verir. Uşaqlar, bir dənə də bir drama əsəri var, da bildizə böyük ehtimalla. Dəqiqəni işarələyin, sualın cavabını elə yazın, qarışmasın. Mən baxım ki, düz yazmısınız ya yox. Bir dənə də bir əsər var, orada da bir obraz deyir ki, bəs mən hakimiyyətə gəlsəm, vəzirim sən olasın. Bunu da bir xatırladaq. Ustadı bilirdi, bir gün bu uşaq dünya şahlarına fərman yazacaq. Deməli, Niqumaş fərqində idi ki, İskəndər necə böyük bir şəxsiyyət olacaq. Ustadın oğlu da alim bir kəsdir, onunla həm yaşıd, həm də həmdərsdir. Şəhzadə daima ona mehriban, o da şəhzadədən ayrılmaz bir an. Ərəstu razılıq verməzsə işə, İskəndər bir quş da taxmazdı şişə. Bunu sizə Ərəstu yerinə Niqumaş yazıb da verə bilərlər. Ona görə diqqətli olun, bu epizodu xatırlayın. O tədbir vermədən tutmazdı bir iş, hər işdə alardı ondan göstəriş. Feyləqus dünyanı tərk etdi daha, taxtını tapşırdı gənc padişaha. Sizə deyə bilər ki, o öz atasını devirib və s. bu cür mənfi nüansları desə, bu tamam yanlışdır. Ata-oğul münasibəti gözəl olub və İskəndər də bunu xoşluqla əldə edibdir. İzahları, şərhləri oxuduq, burada yenilik yoxdur. İskəndərin taxta çıxması, artıq atası rəhmətə gedib və İskəndər onun varisi olaraq taxta çıxır. Elə ki, Rum şahı taxta oturdu, dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Atadan gördüyü rəsmi ayini seçərək saxladı bəyəndiyini. Deməli, atasından gördüyü şeylərdən bəyəndiyi qayda qanunları saxlayıb. Köhnə adətləri möhkəm saxladı, keçmiş qanunları bərk qucaqladı. Deməli, öz keçmişini unutmur. Bu epizoda diqqət. Daraya xərac verirdi yenə, ölkədə hakimdir köhnə ənənə. Sizə deyə bilər ki, o taxta çıxan kimi Daraya xərac verməyi buraxacaq. Bu xeyr, yanlışdır. Xərac verməyə davam edir. Sadəcə görək sonradan nə olur. Feyləqus əmrində olan hər diyar onun əmrinə də boyun qoydular.
Dostluqda atadan daha da mətin, düşmənin məhvində qılıncı kəskin. İgidlər qorxardı, güclüdür deyə, onunla girməzdi bir tərəziyə. Deməli, hər ikisi biz dedik ki, yaxşı xüsusiyyətlərə malikdir. Amma burada bir detal var. Deyir, dostluqda atadan daha mətindir və düşmənin məhvində qılıncı kəskindir. Deməli, bəzi xüsusiyyətlərinə görə o atasından müsbət mənada seçilir və digər insanlar da ondan güclüdür deyə qorxurlar. Onda ki, qolunun gücün yoxlardı, aslan qulağına düyün vurardı. Hər mərdə igidə o üstün gəldi, insanın fikrinə sığmayan qədər hamıya yaxşılıq etdi İskəndər. Yəni, qolu zorlu bir adam olduğunda deyə bilərik. Kimsənin qəlbini o incitməzdi, ədalət xəttindən uzaq getməzdi. Bütün tacirlərdən o bac almadı, ölkədə kimsədən xərac almadı. Fikir verin, onun islahatlarına baxın uşaqlar, onun islahatları ilə aldanmış Kəvakibdə Yusif Sərracın islahatlarında bəzi cüzi oxşarlıqlar var. Gəlin onlara baxaq. Deyir, bütün tacirlərdən o bac almadı. Bəs yaxşı, Yusif Sərrac hansı vergiləri ləğv eləmişdi? Onu da yazarsınız. Ölkədə kimsədən xərac almadı. Bu, Yusifdən daha da belə üstün hərəkət edir. Ümumiyyətlə, heç kimdən vergi xərac almır. Dehqan vergisinə çəkərək qələm sərmayəsizlərdən almadı dirhəm. Dehqan vergisini ləğv edir. Bilirsiniz ki, Yusif Sərrac da xüms imamalı kimi vergiləri ləğv eləmişdir. Zər saçdı hər yeri abad edərək, qırdı tikanları əkdi gül çiçək. Əlinə keçirdi bütün dünyanı, ətri tutdu Misri, Həbəşistanı. Ədli səxavəti cahanı sardı, hər kəs Rum mülkünə həsəd apardı. Deməli, hər kəsin paxıllığı var, çünki onun ədaləti bərqərardır və hamı istəyər ki, elə bir ölkədə yaşasın. Siz istəməzsiniz. Ərəstu vəzirdir uca dərgaha, hər yaxşı yamanda məhrəmdir şaha. Tökdü İskəndərə hər işdə tədbir, az zaman keçmədən oldu Cahangir. Deməli, burada Ərəstunun da bir növ ucaldığını görürük. Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması. Fikir verək, ilk döyüşü biz görəcəyik, yəni iri həcmli. Elə ki, fələyin çırağı səhər, dünyanın nuru ilə etdi münəvvər. Günəş əlvan şəfəq saçdı hər yana, gəlin tək oturdu qızıl taxtına. Burada təşbehdə istifadə olunur. İskəndər qədimki ayində durdu, eyvanda şövkətli bir məclis qurdu. Bir nur çeşməsi idi, oturmuşdu şən, aman səsi gəldi uzaq ellərdən. Deməli, o səhər yeməyi yeyərkən, bir növ xüsusi bir tədbir, deyək ki, məclis yaradarkən bir xəbər gəlir. Məclisdə padşaha etdilər məlum. Amana gəlmişdir bir yığın məzlum, kömək istəyirlər Rum sultanından. Deyirlər, Misrə çox dar oldu cahan. Zəncilər axınla gəlmiş bu səfər, dolaşmaq çətindir, tutmuyur çöllər. Ordularla dolmuş bu böyük cahan, çöllərdə hakimdir qorxu həyəcan. Hamısı çöllüdür qatrandan qara, çöllərin otu da çatmaz onlara. Köməyə çatmazsa böyük tacidar, qarətə gedəcək o zəngin diyar. Deməli, gəlib İskəndərdən birbaşa kömək istəyirlər. İskəndər özü haradasa görüb vuruşmağa başlamır. Gəlirlər, kömək istəyirlər. Axından pərakəndəyik, şah fərman sizindir, bizlər bəndəyik. O dinin pənahı adil hökümdar, bildi ki, zəncidə hədsiz qoşun var. O hədsiz ordudan qorxdu hökmran. Qorxusuz olurmu ağıllı insan? Fikir verin, biz yadınızdadsa, bu qorxu məsələsini bəzən şagirdlər İskəndəri gözündə çox böyütdüyü üçün ona aid etmirlər. Lakin unutmaq olmaz ki, Nüşabənin qabağında da o qorxmuşdu. Burada da təbii ki, hədsiz ordunun qabağında istər-istəməz qorxur və belə bir detal var. Qorxusuz olurmu ağıllı insan? Bəli, çox haqlıdır. Uşaqlar, qorxusuz olmaq ağıllı insana xasdır. Ağılsız insan yersiz cəsarət sərgiləyir və öz ziyanını işləyir. İskəndər vəziri tez dəvət etdi, onunla ətraflı məsləhət etdi. Deməli, bu məsələ ilə bağlı, zəncilərlə bağlı özü şəxsən qərar vermir, vəziri ilə danışır. Ağıllı, bilikli, hünərli vəzir müzəffər olmağa tökdü bir tədbir. Qalx dedi, bəxtini sına zamandır, belə əjdahanı məhv etmək şandır. Zəfərlər yaratsa ordunun əli, daha möhkəm olur şahlıq təməli. Misirdə, Zənci də olur sənə ram, mərdliklə alarsan yenilməz bir nam. Deməli, Ərəstu ilə olduğu o, deyək ki, epizodda, yəni iclas keçirirlər bir növ və Ərəstu deyir ki,
artıq sənin özünü göstərmək vaxtında, artıq şahlığının təməli möhkəmlənə bilər. Yəni bu şansı əldən vermək olmaz. Ölkədən silinsə azğın düşmənlər, xainlər kor olar, dostların gülər. Rəhbərin əmri ilə o gənc hökmran bayrağı ucaltdı Makedoniyadan. Topladı süngülü qılınclı əskər, qılınc şəfəq atdı buluda qədər. Dənizdən quruya çıxınca ordu tərpəndi bir daha Misirdə durdu. Padişah əmr etdi Nil sahilindən keçərək çöllərdə tutsunlar məskən. Yedəkli atla axsın meydana, döyüşdə verməsin aman düşmana. İgidlər düzüldü yola hər nə var, zəncinin kininə bel bağladılar. O coşqun ordunu görüncə zənci gözündə qaraldı dünya sevinci. Deməli onlar da narahatdır. Onlar da narahat olurlar. Döyüşə başlarkən hər iki əskər divləri sarsıtdı ucadan səslər. Elə yerdə idi ki bu döyüş inan, qubar gətirirdi adam yanğından. Kükürdün tozu tək qupquru çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Deməli, döyüşün olduğu yerdə səhra olduğuna görə çox şəraiti pis bir yerdir. Sərin su yox idi ağudan başqa, bir də ki günəşdəki yanğıdan başqa. Baxırdı əjdaha kimi hər mağar, o yerdə hər fitnə açmışdı bazar. Oradakı yaşayır qulyabanılar, yaşayıb hər yerə soxulur onlar. Ləli yer öküzü udduğu zaman pusqudan sıçradı qapqara aslan. Gəlin görək bu nə deməkdir? Baxın işarəliyib. Dini rəvayətə görə yer gav mahinin, o da suyun üzərində durur. Günəş də gedib haman suda batır. Yəni gövhərə bənzər günəşi gav mahi uddu, nəticədə qaranlıq çökdü. Belə bir maraqlı bənzətməkdir. Gecənin zülməti dünyanı sardı, aslanın dişi tək ulduz ağardı. Gecənin göbəyi yayırdı ətir, işıqdan dünyaya açmışdı çətir. Düşməni tanıyan növbətçi əskər yollara çıxaraq keşi çəkdilər. Ulduzlar yer-yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Qeyd olunan epizodda artıq nə o baş verir? Fikir verin. Burada müxtəlif metaforlar, bənzətmələr edilərək qalibiyyət bizə göstərilir. Fikir verin ha. Ulduzlar yer-yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Yəni artıq canları qurtulub. Yəni burada qalibiyyət o cür təqdim olunur ki, şagird bunu bəzən sadəcə hava durumunun təsviri kimi də başa düşə bilər. Diqqətli olun. Daranın İskəndərlə müharibəyə qoşun çıxarması. Məzlumlar axaraq gəldi hər yandan, dedilər coşqun sel qoparır tufan. Daranın ordusu edərkən səfər, polad geyimlərdən qaraldı yerlər. Bir casus söylədi, düşmən sərxoşdu, durduğu yerlərdə qafil olmuşdu. İskəndər bir basqın etsə qəflətən, bir anda çıxarar onu mülkündən. Deməli, Dara tərəfdən casusluq edən obraz var. İskəndər gülərək söylədi cavab, gizlində qalmağı sevməz afitab. Yararmı döyüşdə böyük İskəndər, adi quldur kimi qazana zəfər. Bu üç misraya diqqət edin, imtihana düşə bilər, İskəndərin öz dilindəndir. Uca Şəhriyarın mətin sözləri inandırdı buna hər bir əskəri. Get-gedə böyüdü bu qızğın xəbər, ölkəyə yaxındı o qorxunc əjdər. İskəndər bildi ki, o bir bulud tək, gələcək qılıncı saçacaq şimşək. Bütün ölkələrə göndərdi xəbər, durmadan dərgaha yığılsın əskər. Rumdan, Əfrəncdən, Misirdən, Rusdan bir ordu bəzədi gəlindən rəqsan. Ordu toplanınca uca İskəndər əmr etdi sayından verilsin xəbər. Sayçılar məlumat verdi padşaha, 600.000 əskər bunun mini yazıq. Gəlmiş dərgaha, hər yandan yığışıb gəlinc ordu, çalğısız, içkisiz bir məclis qurdu. Aqillər yığılıb uca dərgaha, verdilər diqqətlə qulaq padşaha. İskəndər söz açdı bütün işlərdən, Daranın açdığı o döyüşlərdən. Şübhə yox, dedi o adlı tacdar, bizimlə döyüşə vermişdir qərar. Hərb üçün, sülh üçün fikriniz nədir?
Deməli, biz burada aqilləri başına yığdığını görürük. Deməli, zəncilərlə olan münaqişədə, davada sırf Ərəstu ilə məsləhətləşsə də, bu epizodda biz müşahidə edirik ki, o artıq kimlə məsləhətləşir? Ümumi aqillərlə. Soruşur, hərb üçün, sülh üçün fikriniz nədir? Düşmən çox yaxındır, göstərin tədbir. Çıxmasa bu kəskin qılınc qınından, bizə kişi deməz bir nəfər insan. Taxta calarsan qoca daradan, zalım adlanaram bununla da mən. Deməli, qoca daradan onun son, deyək ki, dövrlərində, qocalıq dövründə taxta calmağı özünə yaraşdırmır. Qıymaram çıxsın öz mülkündən dara, yamanlıq etmərəm mən kəyanlara. Fikir verin, kəyanlara hörməti bir daha görülür. Çünki qorxuram bu əməlim bugün düşməni çıxarsın bizləri üstün. Bu yolda düzgün bir tədbir göstərin, sonunda işimiz olmasın çətin. Düşünüb söyləyin sağlam bir fikir, bu döyüş haqqında fikriniz nədir? Bilikli, şuurlu, ayıq hünərvər başçılar diqqətlə çox dinlədilər. Hörmətlə hamısı dil tökdü ona, padşaha etdilər çox dua səna. Uğurlar doğsun bu yaşıl ağaca, kökləri möhkəmdir, adısa uca. Fikir verin, bu epizod kimlərin dilindəndir? Aqillərin dilindəndir bu nitq. Taxtınla, tacınla dünya qurulsun, qapında düşmənin başı tac olsun. Doğrudur, tamamən şah buyuranlar, bir də biz onları edəkmi təkrar? Əmrindən dönmərik sözün fərmandır, padşah yolunda canlar qurbandır. Sözləri bununla bitirdi. Ancaq sən bu qan tökməyə qoyma ilk ayaq. Kəyanın taxtına göstərsən hörmət, öncə qan tökməyə gəl etmə cürət. Deməli, aqillər ona deyirlər ki, ilk addımı sən atma, onlara hörmət göstər və qan tökməyə sən cürət etmə. Hamının fikrini şah öyrənərək bildi, sərkərdələr edəcək kömək. Doğrular sözünü tutaraq getdi, ordu yeritməyə o gün əmr etdi. Tərpəndi əjdaha heybət əskərlər, başında əjdaha peykər İskəndər. Biz deyəsən bir epizoda baxmadıq. Bir yazılan epizoda gəlin baxaq. Deyir, mən onu içərsən verər saadət, o məni yeyərsə doğar fəlakət. Yəni, mən şərabı içsən, o qəlbimə hərarət və işıq saçar, o məni yesə, yəni bərk sərxoş edib məni öldürsə, qismətim torpaq olar. Bunu da burada veriblər, yenə də bunu da əlavə olaraq qeyd edək. Daranın İskəndərlə müharibəsi artıq söhbətlər oldu. Deməli, iclas keçirildi, qərar verildi ki, İskəndər ilk addımı atmasın. Amma görək, İskəndər ilk addım atmasa da yenə də bundan canını qurtara biləcəkmi? Çin şahı səhərə nəfəs verərkən ulduzu günəşə dəyişdi ədən. Bunun da gəlin izahına baxaq, çünki bunlar önəmlidir. Yəni, səhər açılıb günəş çıxınca ədən dənizinə bənzəyən göy ulduzları verib, onun əvəzinə günəşi aldı. Toqquşma yerinə yetişdi ordu, qaf kimi düz iki pərgarda durdu. Yollara töküldü dəmirdən tikan, şeypurlar coşduqca qopdu həyəcan. Gəlin həmin epizoda da baxaq. Yollara töküldü dəmirdən tikan. Nə deməkdir uşaqlar? Qədim şərqdə, hətta orta əsrlərdə Avropada da müharibə zamanı düşmənin dəvələrini, atlarını zəif salmaq üçün onların keçdiyi yollarda ayaqları altına üçkünc dəmir tikanlar tökərdilər. Deməli, burada strateji bir addım da atılıbdır. Şeypurlar coşduqca qopdu həyəcan, üz-üzə gəlirdi hər iki ordu, nə ürəkdə dinclik, nə gözdə uyğu. Hər iki tərəfdə ordu qaynaşır, qaynaşma ayağa ələ dolaşır. Üz-üzə durdular döyüş yerində, döyüşə cəsarət yox heç birində. Deməli, onlar üz-üzə dursalar da bir-birləri ilə döyüşməyə bir növ cəsarətləri yoxdur. Hamı düşünürdü, bəlkə sülh olsun, qılınclar qınında sakit otursun. Deməli, insanlar da sülhü arzuluymuş. Meydanı bürüdü qanlı vurhavur, döyüşdən igidlər getdikcə coşur. Sanki bir məhşərdir, yer göy dağılır, nəfəslər göydə bir buluddur güya. Qılınc şöləsindən yanırdı dünya. Qılınc oynadardı torpaqla, qanla, havanın dimağı dolurdu canla. İran tacidarı səhərdən durdu, sazdadı olduqca mükəmməl ordu. Öncə sağ qanada bəzəklər saçdı,
Əjdaha qılınclar ağzını açdı. Sonra da sol qolu nizama salıb cəbhəyə Poladdan bir dal ucaldı. O yanda Rum şahı qurdu ordunu, sanki bal arısı şan etdi mumu. Silah istəyənə payladı silah, kömək istəyənə payladı pənah. Sağ solu bəzədi qılınc və qalxan, necə ki canlanır çəmən buluddan. Dağ tək möhkəmlətdi önü arxanı, göydə səyyarə tək qurdu meydanı. Coşduqca fillərin sərxoş nərəsi, tıxandı əllərin kəskin nəfəsi. Ordu mərkəzində Daranın qəlbi darıldı bir aslan ürəyi kimi. Deməli, ordunun mərkəzində artıq Dara narahatlıq keçirir. Rumların qədərsiz töküldü qanı, torpağa sərildi min pəhləvanı. Bir yanda qılıncla igid İskəndər qaldırdı dünyada qanlı bir bəhşə. İki əl qan tökər, çalışar durmaz. Hər əldə bir qılınc kəsərli almaz. Ağzından sanki bir aslan od saçır, aslan qarşısından madyanlar qaçır. Daraya dedilər, bu qızmış aslan, çox adlı igidi saldı atından. Orduya əmr ver, dolaraq kinə, hər yandan yürüşlə axsın üstünə. Deməli, uşaqlar, biz burada görürük ki, Daraya fikir verirlər, Daraya oradan qıraqdan məsləhət verirlər, öz fikri deyil. Qıraqdan məsləhət verirlər ki, bəs bu İskəndərdir, çalış ki, bunun üstünə hamını salasan. Fikir verin, Daraya İskəndər hörmət eləyir, istəyir ki, ondan savaşmasın. Amma bu da Daranın ona qoyduğu hörmət. Bu fikri Darada gördü məsləhət, ordular dəniz tək etsin hərəkət, hamısı sel kimi bir səmtə axsın, İskəndər üstünə cilov buraxsın. Daranın əmri ilə ordu yer-yerdən, qaynayıb irəli atıldı birdən. Cilovlar parladı edərkən əmlə, qılınca sarıldı iki əli ilə. İskəndər görüncə elə divanı, atdı düşmən kimi şərmi həyanı. Əmr etdi yerindən tərpənsin dəniz, hər kəs öz canını tutmasın əziz. Fikir verin, artıq İskəndər də görür və bir növ hər şey buraxır. Düşmənin yolunu tutsun hər yandan, keçirsin qılıncdan verməsin aman. Deməli, artıq İskəndər də qızışır. Qarınca çivin tək qaynadı meydan, girdi bir-birinə hər iki cahan. İskəndər haman qorxulu anda, bir kötük tək möhkəm durdu meydanda. Həmlədən həmləyə keçirdi ordu, su deyil, sanki qan içirdi ordu. Daranın iki baş sərdarı vardı. Üzdə dost ürəkdən çox kin tutardı. Deməli, burada da bir artıq nəyi görürük biz? Uyğun olmayan bir epizodu görürük. Gəlin, baxaq görək bu nədir? Deyir, Daranın iki baş sərdarı vardı. Üzdə dost ürəkdən çox kin tutardı. İki sərdardan danışır. Daranın kinindən yorulmuşdular, ortada bir ürək incikliyi var. Şahı öldürmək üçün oldular əlbir, kinlə oturub tökdülər tədbir. Bəzəmək istərkən qanlı bir bazar, gedib İskəndərə sığındı onlar. Deməli, artıq ikinci şəxs ki, oradan gəlir. Daranın bizə çox etimadı var, tək bizə inanır qoca tacıdar. Zülmündən yanaraq etmişik tədbir, öldürmək fikrində olmuşuq əlbir. Ancaq sən doğru qal bu şərtimizə, xəzinə ağzını geniş aç bizə. Deməli, pul qarşılığında satqınlıq etməyi ön plana sürür. Hər birimizi sən varlandırasan, qulluğumuz üçün qızıl saçasan. Bu iki xainə Rumlu hökmüran söz verdi, onlarla bağlandı peyman. Sizə deyə bilər ki, xeyr, söz vermir və s. bundan çəkinir. Xeyr, söz də verib peyman da bağlayıb. Lakin inanmadı buna İskəndər, Daranı öldürə bilsin xainlər. Ancaq düşmənindən qurtulmaq üçün hər kəs üçün çarə aramaq mümkün. Deməli, uşaqlar, İskəndər hər nə qədər peyman bağlasa da onlara inanmır. Bu zülmə ədalət gördü hökmüran, gəldi xatirinə köhnə bir dastan. Baxaq, dovşanını hər bir yerin məsəl var. Yenə də o yerin tazısı tutar. Burada məsəli xatırlatdı, buna da diqqət edin. Gəlin İqbalnaməyə nəzər yetirək. Kitabın başlanması. Bir dəfə dünyanı səyahət edən İskəndər keçərək neçə ölkədən gəlib öz yerinə, yurduna çatdı, doğma vətənini nurla parlatdı. Ağıl hər bir sirrə yol tapsın deyə o verdi fikrini elmə biliyə. İstər Rum elində, istər Yunanda, dünya dillərində nə var cahanda. Deməli, bu adam dünya səyahətindən, səfərdən qayıtdıqdan sonra artıq hansı işlərlə məşğul olur, fikrini elmə biliyə verir.
Buyurdu tərcümə edilsin bütün bilik xəzinəsini doldurmaq üçün. Deməli, dünya dillərində olan müxtəlif ədəbiyyat nümunələrini tərcümə elətdirir. Bu da onun elmi fəaliyyətə olan qatqısıdır. Dür yığdı elm üçün bir hər yandan, bunlardan yaratdı böyük bir ümman. Əmr etdi, verildi belə bir fərman. Alimdir gözümdə ən əziz insan, elmlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Deməli, bu məqama diqqət edək. İskəndər üçün ən əziz insan kimdir? Alim. Rütbələr içində seçilir biri. Hamıdan ucadır alimin yeri. Deməli, fikir versəniz, alimi hər kəsdən uca hesab edir. Ona görə də bu detallara diqqət edək. Belə qərar verdi, yanında ancaq hər kəs öz elmi ilə bir yer tutacaq. Deməli, dövlət işini elmli adamlara həvalə etmək istəyir. Hamı elmə, fənnə elədi rəğbət, çünki elmə təşviq edirdi dövlət. Elmə qiymət qoydu böyük hökmran, elm ilə ucaldı dünyada Yunan. Qoymazdı, o zülmə verməzdi imkan, saxlardı dünyada daim bir mizan. Qocalar, cavanlar, uşaqlar üçün açıqdı qapısı onun bütün gün. Özünə düzlüyü eləyib şüar, o 7 ölkəyə oldu hökmüdar. Tədbir soruşardı iş bilənlərdən, odur ki, olmuşdu özü iş bilən. Deməli, başqa insanlardan nəsihət almaqdan çəkinmir və 7 ölkədə hökmdar elan olunur. Dünya padşahı Böyük İskəndər, uca ulduzlara o uca rəhbər, elmdə o qədər oldu ki, pərgar, əqli hər müşkilə saldı bir açar. O Rumun, Yunanın alimlərindən hər elmi İskəndərin peyğəmbərliyə yetişməsi. O dünya padşahı Böyük İskəndər, uca ulduzlara o uca rəhbər, elmdə o qədər oldu ki, pərgar, əqli hər müşkilə saldı bir açar. O Rumun, Yunanın alimlərindən hər elmi öyrəndi möhkəm dərindən. Deməli, hər elmi öyrəndiyini biz deyə bilərik. Daha ulduzları göydə güdmədi, tamam başqalaşdı onun məqsədi. Başından lovğalıq tacını atdı, öz başı Allahın tacına çatdı. Deməli, artıq lovğaymış və bu lovğalıq xüsusiyyətini atıbdı. Qasiddən peyğamı qəbul eylədi. Qasid elçi deməkdir. Allaha biz müti bəndəyik dedi. O gündən hazırlıq gördü səfərə, əsla baş qoşmadı başqa işlərə. Kənar məşğələdən uzaq olaraq səfərə tədarik görürdü ancaq. Mələk gətirmişdi ona xoş xəbər, əlavə olaraq yenə İskəndər. Tədbirlər öyrəndi hər bir alimdən, çatar məqsədinə çox tədbir bilən. Deməli, dəyərli şagirdlər, biz onun qasiddən məktubu aldığını görürük, düzdürmü? Və ona bu xoş xəbərin də mələk tərəfindən gətirildiyini də burada müşahidə edirik. Tədbirlər öyrəndi hər bir alimdən, çatar məqsədinə çox tədbir bilən. Yenə alimdən nəsə öyrənib. Nəsihətnamədə keçirdi ələ, yazdırdı ipəyə qara müşkilə. Ərəstu oldu ilk naməni yazan, o xəbər verirdi yaxşı yamandan. Deməli, uşaqlar, biz bura diqqət edək. Nəsihətnamənin ilk naməsini yazan kim olub? Ərəstu olub, onun vəziri adlanacaq şəxs. İkinci naməni bildiklərindən Əflatun yazmışdı duyub dərindən. Üçüncü xəzinə Sokratdan idi. Qiymətli gövhərlə doluydu içi. Sözlər bir-birinə rəbt edilərək, 3 nəsihətnamə tamama yetsək, padşah möhürlədi bunları o dəm, səhmanla bağlayıb saxladı möhkəm. Tədbirə ehtiyac duyduğu zaman açıb oxuyardı bir-bir onlardan. Fikir verin, deməli, kimlərin namələri var? 1. Ərəstu, 2. Əflatun, 3 isə Sokrat. Bu nəsihətnamədir və nə zaman bunu oxuyur? Bir tədbirə ehtiyac duyduğu zaman bunları yanında istifadə edir. İskəndərin peyğəmbərlik səfərinə çıxması. Allahın hökmü ilə Böyük İskəndər vəhiy alıb elə ki, oldu peyğəmbər. Dövlət divanından pozdu adını, zəhmət divanına yazdı adını. Gəlin bunun şərhinə nəzər yetirək. Dövlət divanı hakimiyyət mövqeyidir, şahlıqdır, zəhmət divanı isə peyğəmbərlikdir. Yazsınlar adına İndərəsun, yazsınlar adına İskəndərusun, getmədən tərk etdi təxti oğluna, tapşırdı anası göz olsun ona.
Deməli, taxt-tac oğluna miras qoyulur, anası isə, İskəndərin anası isə ona baxır. Vəsiyyət etmək üçün gələrək dilə, əziz anasına söylədi belə. Gedirəm bu xalqla et yaxşı rəftar, qoy səndən həmişə razı qalsınlar. Ata, tək bu xalqı himayənə al, anasan, ana tək dərdlərinə qal. Mən yola çıxmağa duydum zərurət, qalır təxtim tacım sənə əmanət. Yollarım uzundur, mənzillərim çox, bilməm dönəcəyəm geriyə ya yox. Elə et, qayıtsam əgər səfərdən, xəcalət çəkməyək nə mən, nə də sən. Yox, əgər dönməyim olmasa qismət, huşyar ol, xoş gəlsin ta ki aqibət. Elə et ki, haqqın məhkəməsindən dilin tutulmasın, xəcil olmasın. Deməli, o anaya tövsiyəsini verir. Elə ki, mən əgər qaydası olsam, hakimiyyətdə bir qüsur olmasın, nə sən utan, nə mən. Düzdürmü? Qayıtmasam da, yenə də haqqın məhkəməsindən çəkil. Bütün sözlərini deyib İskəndər qoyub təxti tacı elədi səfər. Əmr etdi bir anda bütün Rum və Şam, qoşunu önündə cəm olsun tamam. Fərmanında olan bütün qoşundan yol üçün ayırdı 100.000 pəhləvan. O, Məqduniyyədən yola düşərək, hardan Məqduniyyədən, İskəndəriyyəyə gəlib çatan tək ilk əvvəl yolunu məğribə saldı. Misrə gəlib orada 2 gün qaldı. Sonra çıxıb oradan qəlbində dilək, Allahın əmrinə əməl edərək bir xeyli yol gedib dərələr keçdi, ötüb zəmiləri çölə yetişdi. Məqdəsdən dəstə ilə bir neçə adam hakimin zülmünə etməyib davam. Yolda düzüldülər o qadir şahdan, belə dilədilər mərhəmət aman. Pak etdin dünyanı sən ey hökmüdar, gəl bu pak evi də paçılığa çıxar. Ucat bayrağını şəhərimizdə, yox et bədxahları, dincələk bizdə. O paklar yurdunda var bir əhrimən, Allah dostları ilə düşməndir düşmən. Müqəddəs binada itaətkarlar, olub o zalimin zülmündən bezar. Tərk edib sitayiş yolunu hakim, bütün din əhlinə zülm edir daim. Deməli, kafir bir obraz var. Başını dik tutub tökür nahaq qan, çoxunun başını kəsib nahaqdan. Hamımız qorxuruq o əhriməndən, divlər qənimsən, dada yetişsən. İskəndər onları belə görən tək, o göz yaşlarına rəhm eyləyərək, əsla incimədi fəryadlarından, çatdı məzlumların dadına o an. Dinləyib onların ah fəryadını, Tülmüqəddəsə sürdü atını, diqqətli olun, buna fikir verin. Bu vaxt hər tərəfdən, dağdan, dərədən ədalət səsini eşidib düşmən tədarik görərək döyüşə çıxdı, bilmirdi ki, şahın bəxti açıqdır. İskəndər vuraraq ona şəbxunu, yol kəsən azğının kəsdi yolunu. Onu zalim görüb qanını tökdü, Qüdsün qapısında çarmıxa çəkdi. Carçılar bir neçə müddət çəkib car, eylədiyi zülmü bir-bir saydılar. Dedilər, bu evə zülm etsə hər kəs belə aqibətdən qurtara bilməz. Beytülmüqəddəsi nizama saldı, sonra da məğribə tərəf yol aldı. Deməli, yolunun üstündə bu bölgədə ondan kömək istəyən əhaliyə o kömək etməkdən çəkinmir, buna diqqət yetirək. 6 ay yol getdi sonsuz çöllərdən, nə qədər 6 ay. Qoşun təngə gəldi axır səfərdən, o fil ayağı ilə səhralar keçdi, Nilin sahilinə gəlib yetişdi. Qara qumluqları keçib ötürdü, axırda yamyaşıl bir təpə gördü. Təpənin ətrafı uca dağlardı, mina tək yamyaşıl daşları vardı. Bu daşlar kəsmişdi çıxacaq yolu, yol gedən azardı orada sağ solu. Zillətlə qalxsaydı biri zirvəyə, orada unudardı əziyyətləri, keçərdi o üzə dönməzdi geri. Orada neçə nəfər oldu sərəvan, olmadı bir nəfər geri qaydan. Yığdı alimləri yenə İskəndər, bu işə bəlkə bir çarə etsinlər. Dedilər, yaramaz təklikdə getmək, oraya çıxanlar cüt olsun gərək. Birbaşa çıxmaq da ora çətindir, yolda dincəlsinlər 10 addımda bir. Təpəyə yetişib dayansın onlar, sonra tədbirləri işə salsınlar. Heyrətə düşməsin deyə gözləri, o üzə tədricə baxsın hər biri. Nəticə vermədi bu son tədbirdə, yığdı alimləri İskəndər bir də. Düşünüb verdilər belə bir qərar, hünərli vicdanlı bir şəxs tapsınlar. Dünya görmüş olsun, yazmaq bacarsın, gedəndə qələmlə kağız aparsın. Götürsün yanınca əziz oğlunu, dərd-qəmdən qorusun övladı onu.
O dağı çıxdıqda oğlu da hər an gərək təqib etsin, onu arxadan qayıda bilməsə o kişi əgər, oradan övladına eləsin xəbər. İşdi heyrətindən dili tutulsa, danışa bilməsə, qəfil lal olsa, yazar gördüyünü verər oğluna, çünki varlığı ilə bağlıdır ona. Deməli, burada biz kimin tədbirini görürük? Fikir verin. O, alimlərdən tədbir alır və alimlər də, baxın, bu tədbir kimin tədbiridir? Alimlərin tədbiridir. İskəndərin tədbiri deyil, ona diqqət edin. Və belə bir addım atırlar. Həmin sifətlərə malik, cəld, qıvraq bir qoca tapdılar soraqlaşaraq. Yollandı dağlara qoca ilə cavan, sanki balası ilə getdi bir aslan. Onu balaya və aslana bənzədir. Yəni aslan və onun balasına. O günün sabahı, günorta çağı, gənc igid qayıdıb gəldi aşağı. Bükülü naməni möhkəm tutaraq, baş əydi padşaha, rəngi ağappaq. Şah alıb oxudu, belə idi yazı. Məni bezdirmişdi yolların tozu. Lap cana gəlmişdim, qorxurdum yaman. Sanki cəhənnəmdir bu yolda hər yan. Elə bil həyatın asılır tükdən, canından əl üzər bu yolu gedən. Bu yollar çətindir, incədir, tük tək. Buradan mümkün deyil geriyə dönmək. Sarp qaya üstünə gəlib çatarkən darısqal yollardan təngə gəldim mən. Baxdıqca keçdiyim qorxunc yollara, qəlbim sıxıntıdan gəldi zinhara. Bu tayın yolları düzdür, hamardır. Hər yana baxırsan yaşıl bağlardır. Boldu gül çiçəyi, suyu, meyvəsi, gəlir hər tərəfdən quşların səsi. Havası tərtəmiz, qəşəngdir hər yan, belə yurd arzular Allahdan insan. Havası tərtəmiz, ətir qoxulu, gözəl torpaqları çeşməli sulu, çeşmələr bulaqlar verib əl-ələ, bunlardan böyük çay gəlib əmələ. Bu yanda bəzəkli gözəl bir həyat, o yanda azğınlıq, düşkünlük, fəryad. Təzada diqqət edin. O tərəf cəhənnəm, bu tərəf gülşən, dönməz cəhənnəmə heç kəs behişdən. Behişdə yəni cənnətdə. Bir də ki, gəlmişik gör hardan hara, baxıram keçdiyim qorxunc yollara. Belə gözəl yerdən kim dönər geri, keçər o dəhşətli, qorxunc yerləri. Mən getdim, səlamət olsun görüm şah, mən şadam, sizi də şad etsin Allah. Fikir verin, o da geri qayıtmır. Şah gizli sirlərdən oldu xəbərdar, qoşunu tez etdi o yerdən kənar. Heç kəsə demədi oxuduğunu, qorxdu ki, hamısı tərk edər onu. O tozlu yollarla səfər edirdi, zamanı arxada qoyub gedirdi. Deməli, İskəndər bu məktubu alan kimi qaçır və gedir. Bu yolda heç nəyə meyl etməyərək, qəlblərdən tozları silirdi yel tək. Dostların könlünü o şad edirdi, yadlara həqiqi din öyrədirdi. Yolun yarısına çatıb İskəndər, vəhşilər gördü ki, insana bənzər. Bunlar çöl əhli idi, qırdan da qara, yaşayış yerləri kaha, mağara. Deməli, qırdan qara deyəndə zəncilərlə bunu səhv salmayın. Onlardan soruşdu, bu çöllərdən siz sərgüzəşt əfsanə nə bilirsiniz? Deyin, sizdən başqa varmı yaşayan? Bu çöldə ya əhli, ya vəhşi heyvan. Onların cavabı şaha bu oldu, az olur bu çölün suyu buludu. Bu susuz səhrada yaşayırıq biz. Səhranın ovudur yediklərimiz. Etmişik peşə, ömrümüz heyvan tək keçir həmişə. Yiyərik nə etsək bu çöldə şikar, tüklərdən, dəridən geyərik paltar. Burada nə atəş, nə də ki su var, odu günəş verir, suyu buludlar. İşıqlı gündüzlər göyün günəşi, bizə əvəz edər odu atəşi. Şeyh düşüb havanı nəm edən zaman, nəfəslə alırıq suyu havadan. Bu çöldə belədir məişətimiz, belədir işimiz, vəziyyətimiz. Bir də soruşdunuz, deyək bir qədər, bu çöldə kimlər var, necə ömr edər? Bu odlu səhralar dəhşətdir, dəhşət, bir quş da uçmağa etməz cəsarət. Dəstə-dəstə vəhşi adamlar yaşar, heç kəslə ünsiyyət bağlamaz onlar. Deməli, bu səhranın əhalisi yeni bir qövm haqqında bizə bir məlumat verir. Bir gündə onların getdiyi qədər, biz getsək, inan ki, 2 ay çəkər. Onlardan birisi düşmüşdü ələ, soruşub bir təhər gətirdik dilə. Necə edirsiniz susuzluğa tab? O, bizə nifrətlə vermişdi cavab. Su bizə zəhərdir, su içməsi heç kəs, bizə suyu hava eləyər əvəz. Deməli, həmin şəxslərdən biri bu səhra əhalisinin əlinə düşüb və ona bir sorğu keçiriblər
ki, onlar da suya nifrət edərmiş, suyu zəhər hesab edərlərmiş. Görək kim imiş bu qövm? İlan tək heç kəsə yovuşmarıq biz, kərtənkələlərdir yediklərimiz. Sizdən ki bir fayda yoxdur bizlərə, ne üçün boyun nəyək sizə boş yerə? Yemək, yatmaq vaxtı yenə bir təhər, onlardan gizlincə almışdıq xəbər. Bu sönsüz səhranı, susuz çölləri gəzib görübsünüz siz çoxdan bəri. Söyləyin, kim görüb başqa zihayət, varmı bu çöllərdə başqa məxluqat? Onlar cavab verib, bu çölü dağı axtarıb gəzmişik yaxın uzağı. Ahu tək biz qaçdıq illər uzunu, tapmadıq səhranın ancaq sonunu. Bizə rast gəlmişdir başqa çöllülər, onlardan soruşub tutmuşuq xəbər. Görəsən bizlərdən başqa yaradan, burada yaratmışmı başqa bir insan? Onlar deyiblər ki, çox uzaqlarda, günəş ziyasına həsrət diyarda, müşk meşəsi kimi bircə şəhər var, orada ağ bədənli insanlar yaşar. Gözəl, xoş xasiyyət, üzləri gülər, onlar 500 ildən artıq ömr edər. 500 yox, lap 1000 il yaşasalar da, qocalıq əsəri olmaz onlarda. İndi də ağdərili olan və uzun ömürlü insanlardan bizə məlumat gəlir. Onların halına yanıb İskəndər, cürbəcür nemətdən verdi bir qədər. Qayda qanun qoydu, ayin öyrətdi, onları haqq dinə hidayət etdi. Düzgün nişanlarla bilmək üçün yəqin, yolunu soruşdu məhsul yerlərin. Saflı qayğıkeş mərhəmətlidir, eyləyir onlara ürəkdən kömək. Dedilər, biz də bir xidmət göstərək. Torpağı od, atəş, küləyi zəhər, səhradan çıxmağa yol göstərdilər. İskəndər vaxt-bivaxt baxmadan yola, oradan atını çapdı dördnala. Deməli, İskəndər kömək etdiyi adamlardan bir qarşılıq görür və nəticədə bu ucsuz-bucaqsız səhradan yaxa qurtara bilir. İskəndərin şimala çatması və Yəcuc səddini bağlaması. Yayın ən şiddətli isti çağında, daş muma dönəndə gün qabağında. İskəndər gözündən qovub yuxunu, istədi xırxıza çəksin qoşunu. Şah vida eylədi Çin xaqanına, xəzinə, var dövlət bəxş etdi ona. Çin xaqanına jestinə baxın, diqqətli olun bu epizodda. Yola rəvan oldu, Çini tərk etdi, qoşunu səhraya doğru yönəltdi. Bəxtinin təblini çaldırıb yenə, yetişdi məşriqdən şimal həddinə. Keçdi o çöllərdən, axan qumlardan, nə uçan quş gördü, nə də bir insan. Qarşıda parlayan düzənlik vardı, qumların nur saçar, par-par yanardı. Bələdçi dedi ki, burada gördüyün qumlar başdan başa gümüşdür bütün. Buradan sən o qədər götür xəzinə, qoşunu salmasın yolda çətinə. Deməli, fikir verin. Bu epizoda fikir verin. Yenə qeyri-real hadisələr var sanki. Şahınsa çox idi saf qızılları, odur ki, baxmadı gümüşə sarı. Ancaq ki, neyləsin, güc gəldi tamah, bir neçə dəvəni yüklətdi padşah. Burada da bir balaca tamahkarlıq elədiyini İskəndərin görürük. Yel kimi keçsə də yolu çaparaq, qalxmırdı havaya nə toz, nə torpaq. Bir həftə qonmadı toz paltarlara, çünki başdan başa gümüşdür ora. Fikir verin, gümüşdən ibarət bir yer. Deyərdin, bu yerlər iki hissə idi. Torpağı gümüşdür, suyu civə idi. Nə gümüş üstündə dincəlmək olar, nə civə su kimi içməyə yarar. Bir ay yol getdilər onlar. Bu sayaq öldü susuzluqdan bir çoxu ancaq, hətta ordudan bir neçə nəfər susuzluqdan ölüb. Gümüşlü çöllərdən keçərək yenə gəlib yetişdilər vətənlərinə. Düşdülər torpağa yorğun natavan, torpaqda dincələr torpaqdan olan. Gördülər, qarşıda bir düşərgə var, zülmətdə günəş tək par-par parıldar. Qabaq qarşı duran dağda bir qala, tutmuşdu başını göyə vüqarla. Qala arxasında bir dağ da vardı, belində kəməri sarp qayalardı. Orada Peyğəmbərə etməyib beyət, bir tayfa yaşardı sakit səlamət. Onlar ilham alıb böyük tanrıdan, özləri olmuşdu Allah tanıyan. Fikir verin. Yəni ki, onlar bir göstəriciyə ehtiyac duymadan Allaha inanan olublar. Onlar İskəndəri pak sifət görəcək, qəbul elədilər bir peyğəmbər tək. Bilikli, adil bir hökmdar kimi qəlbləri bəzədi onun təlimi. İskəndər onlara haqqı göstərdi.
din, bilik, mərifət çox şeylər verdi. Şahı mərhəmətli qayğıkeş görcək, açıb dərdlərini umdular kömək. Ey şəfqətli, ey qəlbi şəfqətli, aqil hökmüran, müti qullarına gəl ol pasiban. Bu dağdan o yana vardır bir diyar, sonsuz bir səhradır, sərt qayalıqlar. Oranı yəcuzlar etmişdir məskən, insana bənzərlər, divdirlər əslən. Deməli, burada da artıq bir qövm başqa bir qövm haqqında məlumat verir. Buna diqqət edin bu epizoda. Bundan öncəki hissədə də var idi ki, səhra əhalisi başqa biri haqqında bilgi verir. Burada da biz görürük ki, müsbət olan şəxslər, yəni belə deyək də, yaxşı bir xalq, yəcuzlar haqqında məlumata keçir. Şir tək almaz zaynaq, sərt dəmir ürək, hamısı xaindir, yırtıcı qurd tək. Təpədən dırnağa tükləri biz, yoxdur üzərində burundan bir iz. Boyları bir qarış yeməkləri çox, istidən, soyuqdan qorxuları yox. Dişdən, dırnaqdan da yırtıcı heyvan, qana hərisdilər onlar hər zaman. Yeyinlikdə üstün gələrlər yerə, poladı deşərlər dırnaqlarla. Yeməkdə, içməkdə naşükürdülər, Allahı tanımaz orada bir nəfər. Yenə bunların da Allahsız, imansız olduğu qeyd olunur. Onların yerində bir cür ot bitər, verər istiot tək çox tünd danələr. Hər gecə gündüzdə ondan birazca, yeyərək yatarlar elə ordaca. Deməli, qəribə bir bitkidən danışır. Bir xırman başqa ot versən də əgər, yeyərlər yenə də doymaq bilməzlər. Ayla gün səmada üz-üzə gələcək, onlar qaynaşırlar xırda qurtlar tək. Nə düşsə qorxusuz tutub yeyərlər, bu sayaq ay yarı olana qədər. Göydə ay kiçilib olanda yarı, azalar bir qədər iştahaları. Qara buludlardan ildə bir kərə, böyük bir əjdaha düşər o yerə. Yaman yekə olur həmin o heyvan, yəcuzlar doyunca yeyərlər ondan. Deməli, fikir versəniz, əjdaha onları qabağına çıxır və bu əjdahadan dadırlar, yəni sanki ildə bir bonus alırlar. Yıxılıb qalarlar bir aya qədər, sərxoşla yatarlar, heç nə yeməzlər. Köklə otdan başqa bilməzlər yemək. Xəstəlik görməzlər ölən günədək. Ara bir hücumla talayıb bizi, xaraba qoyarlar evlərimizi. Qoyun quzumuzu aparıb onlar, yeyərlər nə qədər azuqəmiz var. Bu ifsitlərdən qorxduğu qədər canavardan qorxmaz bizim sürülər. Bizləri qırmaq üçün edərlər qovğa, didərgin salarlar yurtdan uzağa. Biz uca dağlara qaçıb qorxudan, quş tək ağaclarda salarıq məkan. Ancaq ayaqları süstü bir qədər, ardımızca dağa çıxa bilməzlər. Bu böyük bəlanı bizdən əgərsən, dəf etsən, çox böyük səvab edərsən. İskəndər bildi ki, zordur yəcuzlar, yəqin hər birində bir fil gücü var. Bir səd ucaltdı ki, orada poladdan, olmaz həşrə qədər onu dağdan. Ona uca bəxti köməklik etdi, tikilib qurtardı İskəndər səddi. Dönüb bir şəhərə gəldi şah oradan, axtarıb tapmadı orada bir insan. Yenə səfərinə davam etdi şah, köçməyə başladı oradan qərargah. Deməli, biz görürük ki, burada yəcuzlarla açıq döyüşə girməkdən çəkinir. Təbii olaraq belə bir, deyək ki, varlığın qabağına ordunu vermək, qırğına vermək düzgün olmaz. Ona görə yaxşı bir qərar verərək həm əhalinin istəyinə uyğun onları qoruyur, həm də öz ordusuna xətər yetirmir. Daha sonra bu işdən keçəndə bir xeyli müddət, bir ay dağlar, çöllər aşıb nəhayət. Gözəl bir mənzildə məskən saldılar, bu yerdən hamısı məmnun qaldılar. Bir yol töhvəsi tək, böyük hökmüran göstərdi qoşuna şəhri uzaqdan. Başqa cürə idi burada təbiət, su ilə, əkinlə tapmışdı zinət. Hasarsız, divarsız bağlardı hər yan, bol-bol sürü vardı, yoxdu bir çoban. Qoşundan birisi tər meyvələrə, əlini uzadıb istədi dərə. Həmin meyvələrdən birini dərcək, bədəni qıc olub qaldı kaman tək. Fikir verin, qoşundakı bir adam halallıq almadan bir meyvədən dadmaq istəyir və qıc olub qalıb. Başqa bir atlı da qoyun tutanda onu bərk qızdırma tutdu bir anda. İskəndər, bax bunlar ibrətdir deyə, əlini vurmadı orada heç niyə. Qoşuna əmr edib şah dedi, heç kəs özgənin bağına toxuna bilməz. Buna diqqət.
Tələsik gedərək oradan bir qədər o axar baxarlı yerdən keçdilər. Cənnət tək neməti bol-bol firavan, bir şəhər gördülər onlar uzaqdan. Gəlib darvazaya çatdı İskəndər, gördü ki, qapıdan yoxdur bir əsər. Müdrik qocalarla girdi şəhərə, baş vurdu onlarla burada hər yerə. Gördü çox bəzəkli dolu dükanlar, ancaq nə qapısı, nə qıfılı var. Nəcib şəhər əhli onu görən tək, çıxdı qarşısına təzim edərək. Gətirdilər qəsrə bir mehman kimi, saray zinətli idi asiman kimi. Süfrə bəzədilər, büsat qurdular, özləri xidmətdə hazır durdular. Pərəstiş etdilər o mehmanlara, əhsən qonaq sevən bu insanlara. Süfrəni bəyəndi böyük hökmdar, onlar fərəhlənib çox şad oldular. İskəndər soruşdu, nə üçün sizlər qorxu bilməzsiniz heç zərrə qədər? Ne üçün burada belə arxayınlıq var? Ne üçün qıfılsızdır burada qapılar? Yoxdur heç bir bağda keşikçi bağban, ne için sürünüzü güdməz bir çoban? Çobansız sürülər nədir bir belə? Baxdıqca yayılıb düzənə çölə. Belə arxayınlıq laqeydlik nədir? Sizin inamınız deyin kimədir? Ədalət yurdunun ağsaqqalları bir də mədh eləyib o hökmdarı. Dedilər başına tac qoyan Allah, ömrünü payidar eləsin ey şah. İşində haqq sənə havadar olsun, şöhrətli adına hünər yar olsun. Bizim güzəranı sordu hökmran, buyurub dinlənsin biz edək bəyan. Deməli bu adam belə bir xoşbəxt bir ölkəyə gəlir ki, burada hamı bir-birinə güvənir və heç kimin heç nədən qorxusu yoxdur. Doğrusu budur ki, bizlər qədimdən bu dağı, bu çölü etmişik məskən, fağır bir tayfayıq həm də dinpərvər. Düzlükdən keçmərik əsla tük qədər, əyri dolanmaqla yoxdur işimiz, düzlükdən başqa yol tanımırıq biz. Əyrilik yoluna çəkmişik hasar, düzlüklə olmuşuq əzabdan kənar. Yalan gətirmərik biz dilimizə, əyri yuxular da görünməz bizə, hətta deyir pis yuxu da görmürük. Faydasız etmərik heç sorğu-sual, çünki Allaha da xoş getməz bu hal. Deməli, burada bir detal var. Bilirsiniz ki, çox danışmaq, məsələn, Füzulinin söz qəzəlində də qınanılan bir şeydir. Burada da deyir ki, biz faydasız bir şəkildə ağzımızı açıb danışmırıq, sorğu-sual etmərik. Allahdan nə gəlsə edərik şükür, çünki narazılıq naşükürlükdür. Biz razı qalarıq nə gəlsə həqdən, düşmənlik edərmi pərəstiş edən? Acizin dərdinə edərik çara, xilas eləyərik düşərsə dara. Biz aramızda bilsək ki, əgər birinə bir işdə yetişib zərər, biz öz kisəmizdən onu ödərik, verib mayasını təmin edərik. Bizdə bərabərdə hamının barı, bərabər bölərik bütün malları. Bizdə artıq deyil heç kəsdən heç kəs, bizdə ağlayana heç kim gülməz. Oğrudan qorxmarıq biz nə şəhərdə, keşikçi qoyarıq nə də çöllərdə. Oğurluq eləməz bir də bir nəfər, oğurlaya bilməz bizdən özgələr. Oğurlaya bilmədiyini necə sübut elədik? Məsələn, atdı getdi, qoyunu götürmək istədi, qızdırma tutdu, bir dənə də əskər meyvə götürmək istəyəndə qıc olub qaldı. Gözətçisiz otlar bizim malda var, yəni gözətçi olmadan, çoban olmadan otlayar deyir. Bizim uşaqları böyüdər Allah, naxıra, şir, pələng toxunmaz əsla, hətta heyvanlar belə toxunmur. Bizim bir qoyuna dəysə canavar, oradaca gəbərib yerində qalar. Kim dərsə bir sümbül bizim əkindən, qəfil bir ox dəyər düz ürəyindən, hətta. Biz əkin zamanı səpərik dəni, haqqa tapşırarıq sonra əkini. 6 ay olarıq əkindən uzaq, bir də biçim vaxtı gələr yancaq. Bizim bərəkətli münbit zəmilər düz 1-ə 700 məhsul yetirər. Burada hətta nə qədər yetirdiyini də yazıb. 1 yaxud 100 belə işi bacarsaq, Allaha təvəkkül elər yancaq. Bizi hefz eyləyən Allahdır Allah. Biz yalnız Allaha gətiririk pənah. Xəbərçilik bilməz bir nəfərimiz, özgənin eyvana göz yumarıq biz. Birinin qəzəbli, acıqlı görsək, ona məsləhətlə edərik kömək. Heç kəsi pis yola əsla çəkmərik, fitnə axtarmarıq, qan da tökmərik. Dərdlinin dərdinə olarıq şərik, şad olsa onunla şadlıq edərik. Qızıla, gümüşə aldanmaz heç kəs, bunlar bizim yerdə bir şeyə dəyməz hətta. Xəsislik bilmərik dünyada bizlər, zorla şey almarıq bir arpa qədər.
Bizdən qaçmaz əsla vəhşi heyvanlar, vermərik onlara əziyyət azar. Ehtiyac olanda gür-cüyür ceyran, özləri axışıb girər qapıdan. Ovlamaq istəsək onlardan əgər, ovlarıq ehtiyac duyulan qədər. Yəni tamahkar deyilik, nə lazımdır o? Lazım olmayanı biz nahaq yerə, qırmarıq zinətdir onlar çöllərə. Nə öküz, nə eşşək kimi yərik, nə öküz kimi, nə də eşşək kimi yeyir, nə də ağzımızı möhürləyərik. Süfrəyə hər cürə neymət düzsələr, yiyərik gözümüz qalana qədər. Bizdə cavanlardan ölüm uzaqdır, ölüm çox yaşamış qocaya haqdır. Fikir verin ölüm detalına. Bilirik bu, dərdə bir çarə olmaz, üzə deyilməyən bir sözü heç kəs. Bizlərdə qaydadır, dalda da deməz. Deməli, arxadan danışmaq olmaz. Kim nə cür dolanır danışmarıq biz, kimsənin işinə qarışmarıq biz. Naşükür deyilik qismətimizə, razıyıq fəzadan nə gəlsə bizə. Allahın lütf edib verdiyi şeyə, demərik bu hardan, bu belə niyə? Bizimlə birlikdə o adam yaşar ki, ola bizim tək təmiz pəhrizkar. Tutduğumuz yoldan çıxsa bir insan, kim olsa qovarıq öz aramızdan. Deməli, onların olduğu bölgədə, əgər ki, kimsə bunlara əməl eləmirsə, onu uzaqlaşdırırlar. İskəndər bu qayda qanunu görəcək, duruxub dayandı divanələr tək, dəliyə dönüb. Çünki belə şeyi nə görmüş, nə də oxumuş idi bir Xosrovnamədə. Öz-özünə dedi, Arif sən əgər, qoy sənə bir ibrət olsun bu sirlər. Dünyanı gəzmərəm mən daha bəsdir, hər ovlaqda bir tor qurmağa bəsdir. Bütün bildiklərim qalsın bir yana, bunların söhbəti bəs elər mana. Bunu kimə deyir? Baxın ha, özü-özünə deyir. Elə bil dünyanı o pərverdigar, bu mərd insanlar üçün etmiş bərqərar. Bunlar şöfqət vermiş aləmə yəqin, sütunu bunlardır bütün aləmin. Düz yaşayış yolu budursa əgər, insan bunlardırsa bəs nəyik bizlər? Bizi haqq göndərib çölə dənizə, qəsdi göstərməkmiş bunları bizə. Vəhşi adətlərə eyləyib nifrət, öyrənək bunlardan ayin mərifət. Bunları əvvəldən görsəydim əgər, dünyanı bu qədər gəzməzdim hədər. Bu detala da diqqət edin. Tapardım özümə dağda bir kaha, ibadət eylərdim orada Allaha, bunlar tək asudə ömr edərdim mən, dinim də olardı həmin bu dindən. İskəndər görəndə onları dindar, peyğəmbərliyini etmədi izhar, deməli bildirmir onlara. Fikir verin ha, diqqətli olun, çünki ehtiyac yoxdur. Görəndə onları əməl salih, xəzinə bəxş etdi o böyük fatih. Qayıtdı geriyə oradan fərəhlə, qoşunu dəniz tək yönətdi çölə. Bayraqlar qaldırdı Rum ipəyindən, al-xara geyindi sanki çöl çəmən. Tutdu qarışqa tək qoşun hər yanı, dərəni təpəni, düzü ormanı. Hara iz saldısa atının nalı, sildi o yerlərdən dərdi məlalı. Gözəl detal. Deməli, artıq son mərhələdə dünyanı gəzməyin də əbəs olduğunu deyir. Vəsiyyəti. Əcəl yetişəndə, əcəldə bilirsiniz ölümdür, əcəl yetişəndə tapıb bəhanə, insana min əzab verər zamanə. Rüzgardan o qədər inciyər insan, özü ölümünü istər Allahdan. Əl atmadıqları tədbir qalmadı, rəylərdən bir fayda hasil olmadı. Çırağın əcəli çatıbsa əgər, ona öz yağı da yetirər zərər. Çürümüş bir meyvə ağacda durmaz, düşəcək tərpənsə budaq da biraz. Ən mahir, ən ustad təbib heç zaman tapa bilməmişdi ölümə dərman. Göyün hesabına bələd olanlar saldılar hesaba göydə hər nə var. Onun taleyini gördülər nursuz, ondan uzaqdaydı bəxt açan ulduz. Fikir verin. Göyə də baxıblar, ancaq ulduzlar şad xəbər verməyib. Heç elə bir ulduz yoxdur ki, onun göstərmiş olaydı ömrünü uzun. Taleyi səmada bəd görən zaman münəccim özü də əsdi qorxudan. Deməli, münəccim də görüb ki, artıq sondur və çox narahat olub, qorxub. Önündə aynaya baxdı İskəndər, baxdı vücuduna yetirdi nəzər. Gördü ki, bədəni tükdən incəlib, qaçmaq istəyən can dodağa gəlib. Nə qəlbdə qüvvə var, nə canda taqət, əyilmiş əvvəlki o sərv qamət, öz ölümünü gözü ilə görəcək, özü öz halına ağladı şam tək, yaxın dostlarını dəvət elədi, ürək sözlərini onlara dedi. Deməli, o da öz halına ağlayıb.
Gəmim dar girdaba düşübdü, a dostlar, ölüm ağzı açıq nəhəng tək durar. Köçmək vaxtı gəldi bu düşərgədən, başqa bir ovlağa getməliyəm mən. Bu fələk mənimlə xoş rəftar oldu, dağda daşda mənə pərəstar oldu. İndi düşmən oldu o haqq sayda, dəyişdi rəftarı günəş də, ay da, rüzgar gözlərimdə çənə bürünür, bu dardan çıxmağım müşkül görünür. Nə çarə qılım ki, oldum dərdmənd, bu fələk tacıma atıbdı kəmənd. Hardadır çatdırın xəzinədara, bəlkə rüşvət verib məni qurtara. Fikir verin, sanki bu ölümdən xilas olmaq üçün az qala rüşvət də verəcək. Mənim od qılınclı qoşunum hanı, qovsun canımdakı bu qızdırmanı. Baxın, bunlar elə belə verilməyib. Deməli, xəzinə, mal-mülk insana kömək olmur. Şan-şöhrətli ordular insana kömək olmur. Ən qorxunc divləri tutub ram edən təxt-i-tac sahibi İskəndərəm mən. Qılınca qurşandım, kəmər bağladım, bütün qulaqlara çatmış da adım. Zəhərli qılıncla tufan edib mən, tozlar qaldırmışam bəhri gülzümdən. Böyüdüb çoxunu etdim hökmüran, çox qoyun almışam qurdlar ağzından. Çox-çox sınıqları mən calamışam, çox-çox bütövləri parçalamışam. Zülmü ədalətlə eyləyib əvəz, müşküllər həll edim hesaba gəlməz. Gündüzdən gözümə oldum hökmüran, şimşək qılıncımı gördü qirəvan. O qılınc dönübdü indi zəncirə, ömrümü tor kimi salıbdı girə. Çox dağlar, dənizlər keçmişəm, heç kəs dünyanı mənim tək seyr edə bilməz. Yudum məcusluğu dünya üzündən, Rus dənizində də od qaladım mən. Mən hansı bir yerə etdim səfər, ədalətlə bilik qazandı ellər. Nə gördün deyərək sorsalar əgər, deyərəm sanki heç etmədim səfər. Dünyanı görmədən torpağa girən bir günlük körpəyə bənzəyirəm mən. Etdikləri sanki onun üçün adiləşir. Dünyanı başa-baş gəzmişəm özüm, hələ ki dünyadan doymayıb gözüm. Bütün biliklərdən dərsimi aldım, ölümün əlində heyf, aciz qaldım. Azğın zalimi çəksəm də dara, bu namərd ölümə tapmadım çara. Çoxuna mərhəmət lütf eyləmişəm, görən də olubdu əlimdən sitəm. Zalim olmuşamsa əfv edin məni, mən də öldürmüşəm çox zülm edəni. Diqqətli olun bu epizodda. Tabutum torpağa olanda təslim, pak ruhum paklara qovuşar mənim. Başa kül sovurmaq əvəzində siz mənim üçün Allaha dua ediniz. Bunları söyləyib almadı cavab, yenə yatağına sərildi bitab. Deməli, bu qədər yaxşı iş görməsinə baxmayaraq yenə də dua istəyir. İskəndərin anasına məktub yazması. Gecə köçüb getdi, ağladı şəbnəm, günəş şəfəq saçıb güləndə aləm. Artdı İskəndərin ahü-naləsi, ucaldı çalınan zənglərin səsi. Hər dərdə yüz çarə bilən Ərəstu, bu dərdin önündə çarəsiz durdu. Sanki ərimişdi şah səhərədək, 27-ci gecəki ay tək. Anası yadına düşdü İskəndər, sarsıldı ürəkdən, oldu mükəddər. Buyurdu hüzura ağıllı zirək, Rumlu katiblərdən biri gələrək, burada Ərəstuya yox, katibə yazdırır. Əziz anasına yazsın bir məktub, ana dili kimi şirin dillə ona and verərək başlasın belə. Anacan, sən məni eyləyəndə yad, sıxma ürəyini, qoparma fəryad. Böyük yaradanı gətirib dilə, katib məktubunu başladı belə. Məndən İskəndərdən bu namə getsin, 4 yox bircə olan anama yetsin. Bu 4 yox bircə olan nə deməkdir? Gəlin baxaq. Burada 4 ana, 4 ünsür. Su, od, torpaq, hava deməkdir və qədim təsəvvürə görə insanın vücudu da bunlardan ibarətdir. Beytin mənası isə budur. Məktubum təbiət hadisələrinə məruz qalmayıb öz doğma anama yetişsin. Anacan, qətrəyə döndüsə çeşmə, su qabı suda sınar, qəm çəkmə. Ağacdan düşdüsə bir qızıl alma, narın çiçək rövnəqdən düşüb saralma. Soldu sarı gülün getdi növrağı, qalsın qızıl gülün yaşıl budağı. Anacan, bu sözə inanmıram mən, məhəbbət könüldə çox olur dildən, eşidib od tutar sinəndə ürək, ki şahlar gülünü aparıb külək. Yanma bəslədiyin balan qayıtmaz, əlini o yanan ürəyinə bas. Zaman etsin səni bu oddan kənar, sənə səbir versin o pərverdigar. Səni ad verirəm əmdiyim südə, o şirin laylaya, o ilk öydə. Dünyadan gənc yetmiş bir övladına, ağlayan ananın o fəryadına.
Dinə əməl edən pak insanlara, həmişə hər yerdə dada çatana, can verib can alan o yaradana, anacan bu məktub gəlib çatarkən, çatıb qaşlarını kədərlənməsən, bu dünya fanidir, əbəs ağlama, mənim üçün yas tutma, qara bağlama, dünyanın əzəldən axırı budur, əyilmə ələmdən, mətanətlə dur. Dünya bir kimsəyə qalmışsa əgər, səni də qoy üssün bu dərd, bu kədər. Ancaq bu dünyanı fani görəndə, başqaları kimi toxtaq ol sən də. Yox, əgər bunlara baxmayaraq sən, mənim üçün yasxana qurmaq istəsən, əvvəlcə şahanə bir məclis düzət, gözəl yeməklərdən bir süfrə bəzət, çağır qonaqlığa xalqı hər nə var, bütün gələnləri elə xəbərdar. Təbirdə adamı yoxsa hər kəsin, buyursun süfrəyə doyunca yesin. Əgər yemiş olsa onlardan biri, sən də ye dünyada acı qəmləri. Heç kim o süfrəyə əl uzatmasa, sən də unut qəmi, heç batmayasa. Deməli, orada nəsihət verir ki, əgər mənim üçün yas keçirsən, belə keçir. Ona da diqqət verin. Gəl öz işlərinin qeydi necə qal, 2 qat uzun da olsaydı ömrüm, axır yenə bir gün vardı bu ölüm. Ən uzun ömür də kifayət deyil, nə fərqi, yaşadın 30 ya 100 il. Əlimdə qalmadı bu saxta saray, siz də səbr eləyin, salmayın haray. Şəbdizim sıçradı çaydan otaya, məndən salam olsun dosta aşnaya, bizi azad etdi zindandan fələk, hamı azad olsun görün bizim tək. Məktubu yazdırıb o yola saldı, özü də cənnətə sarı yol aldı. Dolanıb görmüşdü o bir çox yeri, başqa bir yerə idi indi səfəri. Tufan başlayarsa almağa qisas, balıq tək üzənlər əsla qərq olmaz. İpək karxanası bil bu dünyanı, orada hərrənən çox tağalaq var. Biri boşalanda o biri dolar. Dünyanın sirrini boşdur axtarmaq, üstü tüstü duman, altı toz torpaq. Bu tozdan tüstüdən görünür hər an, çarpışır, vuruşur yerlə asiman. Sazişə gəlsəydi göylə yer əgər, bizi yer üzündən süpürməzdilər. Nizami, gəl qurtar axır sözünü, qorxutma özgəni nə də özünü. Sultanın bəzminə gedəndə mehman, yolun yarısında olma peşman. Eşit sözlərini huş-guş ilə, acı badəsini alıb nuş elə. İskəndər bu canla murada çatdı, içib o badəni əbədi yatdı. Sultan sağlığına kim içsə şərab, nuş olsun içənlər, olsun feyziyab. Belə. Mən oxu üzərində ən önəmli məqamları qeyd etdim. Daha çox qeyd üçün şərhlərdə linkini bölüşdüyüm WhatsApp kanalımıza və eləcə də Telegramda ödənişsiz ədəbiyyat kanalımıza qoşula bilərsiniz. Əməyə dəyər olaraq bəyənsəniz şad olaram. Sağ olun, salamat qalın.